Drongo nahara Yuhanla birlikdə düşən Alisaya diqqət etdi. O açıq rəngdə yüngül don geyinmişdi. Makiyaj və epataj minimum səviyyədə idi. Demək olar ki, heç bir bəzək-düzəkdən istifadə etməmiş, saçlarını sadə şəkildə yığmışdı. Gənc qadın hər halda ona qulaq asmışdı. O, gələcək qaynasında açıq-aşkar müsbət təəssürat yaratmaq istəyirdi. Alisa Drongoya nifrətlə baxıb, hamı ilə salamlaşdı və Yuhanın yanında oturdu. Kristin özünü də elə apardı ki, güya onu görmür. Maniçelli isə ona gülümsəyərək başını tərpətdi. Lindsay ah çəksə də heç nə demədi. Agnesa ilə Yuri Gorlaç nahara ən sonda təşrif buyurdular. Yuri cins şalvar və boz mavi mayka, Agnesa açıq rəngli şalvarlı kostyum geyinmişdi. Yuri Gorlaçın geyimi Kristini əsla açmadı, ancaq o heç nə demədi. Margunas şalvardan və üstdən tikilmiş cibləri olan uzun qollu köynəkdən ibarət tünd rəngli geyimdə peyda oldu. Lindsay'nin sarı köynəyi və qırmızı kəpənək qalstuku, ağ şalvar və qolsuz mayka geyinmiş Mançellinin gülüşünə səbəb oldu. Təkcə Barnard öz açıq rəngli qüsursuz kostyumunda idi. Bunu ona daşıdığı katib vəzifəsi diktə edirdi. Aşpaz və qulluqçu qadınlar xörəkləri növbə ilə verirdilər. Maniçelli şəxsən bir neçə şüşə ağ şərab gətirib Drongoya və Yuri Gorlaça təklif etdi. Agnesa süfrə arxasında elə oturmuşdu ki, elə bil onu işgəncə gətirmişdilər. Kristin də çox danışmırdı. Nahar zamanı ab-hava nəsə ağır idi. Əsasən dəniz məhsulları verdilər. Hətta şorba da bir qədər fransız balıq şorbası buyabese xatırladırdı. Sifətinizi elə hala salmışsınız ki, elə bil bura gəlməyinizdən məmnun deyilsiniz. Yuhan dözmədi. Yəni heç olmasa gülümsəyə və bir-birinizə xoş sözlər söyləyə bilməzsiniz? Sus Yuhan. Anası onun sözünü sərt şəkildə kəsdi. Biz nahar edirik, klubda gecə keçirmirik. Nahar zamanı da gülümsəmək və yaxşı şeyləri danışmaq olar. Yuhan dediyindən dönmədi. Ayıb deyil, Agnesa qəfildən dilləndi. Yəni sən heç nə başa düşmürsən? Əgər sənin anan olmasaydı, mən heç vaxt bura gəlməzdim. Yanvar ayında burada necə olduğumuz, yəni sənin yadında deyil? Yadımdadır. Yuhan qaşqabaqlı halda cavab verdi. Ancaq bu o demək deyil ki, əvvəllər olduğumuz hər yerdə mısmırığımızı sallamalıyıq. Bəsdir Yuhan. Kristin onun sözünü yenə kəsdi. Sən onsuz da çox danışırsan. Mənə elə gəlir ki, sənin yeni və ağılsız layihəni necə maliyyələşdirəcəyimizlə bağlı məsələni müzakirə etməliyik. Elə burada nahar zamanı Yuhan narazı halda soruşdu. Bəlkə sənin otağına qalxaq. Söhbətimizi buradakılardan gizlətməyin mənası yoxdur. Sən səhmləri son bir neçə ayda təxminən 2 dəfə ucuzlaşan Kanada energetika şirkətinə investisiya qoymaqla bağlı öz ağılsız layihəni reallaşdırmaq üçün 5 milyon dollar xahiş etmisən, doğrudur? Hə, Yuhan narazı halda cavab verdi. Ancaq bu haqda hamıya danışmağa ehtiyac olduğunu düşünmürdüm. Ehtiyac var, anası inatkarcasına dedi. Mən sənin təklifin haqqında düşündüm və bu məbləği ayıra bilməyəcəyimə qərar verdim. Araya sükut çöktü. Maniçelli belə arvadının qərarını heç cür şərh etmədən qədəhini ehtiyatla masaya qoydu. İndi sən mənə pul vermirsən? Qulaqlarına inanmayan Yuhan soruşdu. Belə olmaz axı, sən söz vermişdin. Alisa onun əlindən tutdu, ancaq o əlini hisslə çəkərək rəfiqəsinə dedi. Dayan, mane olma. Sakit ol. Alisa sakitcə xahiş etdi. Yox, mən bilmək istəyirəm ki, o mənə niyə pul vermək istəmir? Niyə? O məni pis biznesmen hesab edir. Yoxsa mən bu layihəni yetərincə yaxşı hesablaya bilməmişəm. Məndə sərbəst vəsait yoxdur və buna çox gözəl bilir. Sən mənə niyə şans vermək istəmirsən? Mən sənə şans verməyə hazıram. Kristin təmkinini pozmadan davam etdi. Ancaq 5 milyon çox böyük məbləğdir. Mən onu sənin miras payından çıxacağam. Sən öz mirasından imtina etməyinlə bağlı sənədi imzalayacaqsan. Mən də 5 milyon dolları sənin hesabına köçürəcəyəm. Razısan? Yuhan əsəbi halda əlini yerlədi. O, anasının sərvətinin bir neçə 100 milyon dollar olduğunu bilirdi. 5 milyona görə mirasın bir hissəsindən əl çəkmək asan deyildi. O halda öz milyonlarını kimə vəsiyyət edəcəksən? O qəfildən soruşdu. Yəni İtaliyanın yarısını öz makaronları ilə yemləyən bu İtalyan ərinə? Mən belə də düşünürdüm, sinyorlar. İndi bildim ki, spagetti bizim Yuhanın niyə xoşuna gəlmirmiş, Maniçelli dedi. Onlar heç vaxt mənim xoşuma gəlməyib. Yuhan onun sözünü kəsdi. Sən mənim sualıma cavab vermədin, Kristin. O anasının adı ilə müraciət etdi.
Bu mənim öz işimdir, Kristin çımxırdı. Öz pullarımı kimə istəsəm, ona da vəsiyyət edə bilərəm. Bizim Antoni ilə nikah müqaviləmiz var və bir-birimizin pullarına iddiamız yoxdur. Ancaq mirasımla bağlı istədiyim qərarı verə bilərəm. Ola bilər ki, pullarımın bir hissəsini Agnesia, bir hissəsini onun oğluna ayırım, bir hissəsini dərimə. Pullarımı miras qoya biləcəyim adamlarım var. Şübhə etmirəm, Yuhan istehsalı gülümsədi. Pullarını kimə verirsən ver, təkcə mənə yox. İstədiyin kimi elə, mən hər şey imzalamağa hazıram. Biz notarius çağırarıq, Kristin Barnarda baxıb dedi. O razılıq əlaməti olaraq başını tərpətdi. Mənim bu planlara heç bir adiyyatım yoxdur. Maniçelli yerində dikəldi. Gəlin başqa bir şərabın dadına baxaq. Sizcə Alisa, qəm yeməyin, gələcək qohumunuzun sizə verəcəyi 5 milyon çox böyük puldur. Yuhan onu 500 milyona çatdıracaq. O çox perspektivli iş adamıdır. Həmişə belə olur, Qorlaç uzulan dedi. Milyonları öz aralarında bölüşdürürlər, əsl layihə ilə gələndə isə səni rədd edirlər, ya da harasa göndərirlər. Siz yenə tutduğunuzu buraxmırsınız, Maniçelli istəndi. Hansı layihə? Kristin soruşdu. Heç nə demək lazım deyil, Maniçelli Yuri Qorlaça xəbərdarlıq etdi. Niyə? Kristin anlamadı. Sizin hansı layihəniz var, Yuri? Antoni ilə nə haqda danışmısınız? Onun layihəsi qəbul oluna bilməz. Maniçelli yenidən söhbətə qarışdı. Sən ona təklif etmək istəyirsən. Hətta Agnesanı da maraq götürdü. Xəzər kürüsü, Qorlas dedi. Mən cənab Maniçellinin restoranlarını kürü ilə təmin etmək təklifi verdim. Nərə balığı kürüsünün 1 kiloqramına bazar qiyməti 5-6 min dollardır. Mənsə onu 3 min dollara tədarük edə bilərəm. Məncə bu çox sərfəli layihədir. Yox, sərfəli deyil, Maniçelli etiraz etdi. Məsələ burasındadır ki, Xəzər kürüsünə qadağa qoyulub. Onu almaq olmaz. Mən gömrük normalarını və qanunlarımızı niyə pozmalıyam? Qazanc üçün. Bu axmaqlıq və ağılsızlıqdır. Buna görə böyük cərimələr var. Mən öz biznesimi risk altında qoya bilmərəm. Sən həmişə belə qanunpərəstsən? Kristin istehsayla soruşdu. Çalışaram, o gülümsədi. Ancaq Kristin artıq Qorlaça tərəf dönmüşdü. Təklifinizi mənə ətraflı izah edin, o dedi. Bugün şam yeməyinə qədər olsa yaxşı olar. Mən baxaram və düşünərəm. Bütün onlar qanunsuzdur, Maniçelli bir daha xatırlatdı. Baxarıq, Kristin cavab verdi. Kristin Lindegren, bax budur. Yuhan qəzəbini gizlətməyərək ucadan elan etdi. O istənilən layihəyə pul tapar, təkcə öz oğluna heç nə verməz. Mən elə indicə sənə 5 milyon dollar verməyə razılaşdım. Kristin sakitcə xatırlatdı. Yoxsa artıq unutmusan? Mirasdan imtina etməyimin müqabilində Yuhan demək olar ki, aşkar rişxəndlə dedi. Ancaq istədiyini edə bilərsən. Mən onsuz da razıyam. Mənim məşğul olduğum işlərin heç biri sənin xoşuna gəlmir. Nə fikirlərim, nə həyatım, nə də biznesim. Hətta sevdiyim qız da. Mənimlə zərrə qədər bağlantısı olan hər şey. Belə danışmağa cürət etmə, Kristin acıqlandı. Sən heç nə başa düşmürsən. Başa düşməyi də istəmirəm, Yuhan sərt cavab verdi. Nə qədər olar axı? Agnesa söhbətə qarışdı. Sən əsl egoistsən, Yuhan. Özündən başqa heç kəsi düşünmürsən. Hətta ananın da hansı vəziyyətdə olduğunu anlamırsan. Elə mənim də bura yenidən qayıtmağımızın necə ağır olduğunu anlamırsan. Evdə qala və bura açmaya bilərdiniz. Yuhan əməlli başlı özündən çıxaraq qışqırdı. Sən bilirsən ki, əgər bu film olmasaydı biz heç vaxt bura gəlməzdik. Agnesa da cavabından qışqırdı. Yuhan əllərini havada oynatdı. Nəsə demək istəyəndə Kristin danışmağa başladı. Heç nə demək lazım deyil, Yuhan. Biz axı buranın sənin xoşuna gəldiyini bilirik. O dərəcədə xoşlayırsan ki, bu yaxınlarda sevginin və dostlarınla villaya təşrif buyurmusan və heç mənə xəbər də verməmisən. Alisa'nın rəngi ağardı. O Yuhana baxdı. Oğlan dodağının altında söyüş-söyərək sıçrayıb ayağa qalxdı və qonaq otağından çıxdı. Alisa üzr istəyib onun ardınca qaçdı. Uşaqlar daim problem yaradır. Maniçelli ucadan şərh verdi. Yaxşısı budur, gəlin başqa bir şərabın dadına baxaq. Sağ ol Antoni, ancaq mən özümü pis edirəm. Mənim desertimi otağıma verəcəklər. Məni bağışlayın. Kristin də ayağa qalxıb getdi. Nahar pozuldu. Kristin ardınca Agnesa da çıxdı. Yuri Qorlaç ayaqlarını itaətkarcasına onun dalınca sürüdü. Barnardın Ukraynalı biznesmeni necə süzdüyü Drongonun gözündən yayınmadı. Bu baxışlarda yaxşı heç nə yox idi. Barnard sanki heç kəsə məlum olmayan hansısa sırrı bilirdi. 12-ci fəsil.
Kristin otağına qalxandan, Agnesia isə öz dostu ilə birlikdə eyvana çıxandan sonra masanın arxasında 5 kişi qaldı. Antonio Manicelli, katib Barnard, həkim Morgunas, vizajist Lindsay və Drongo hamı pərt idi. Sükutu Manicelli pozdu. Mənə elə gəlir ki, burada hamı dəli olub. Antonio astadan dedi. Başa düşmürəm ki, onlar niyə bir-birinin üstünə qışqırır, özlərindən çıxır, hiddətlənir. Cənab Barnard, siz həmişə hər şey bilirsiniz, nə baş verir? Bu qəzəbin səbəbi nədir? Bağışlayın, Barnard nəzakətlə cavab verdi. Ancaq nə dediyinizi tam anlamadım. Oğul öz anası ilə biraz mübahisə elədi. Məncə belə hallar bir çox ailələrdə olur. Qorxulu bir şey yoxdur, onlar tezliklə dil tapacaqlar. Kristin kinlidir, Manicelli qımışdı. O doğma oğlunu da bağışlamaz. Məncə onun Yuhana münasibəti elə də pis deyil, Barnard etiraz etdi. Bax görərsiniz, Antonio əlini yerlədi. Bu gün bütün axşam nə hirsi varsa hamısını mənim üstümə tökəcək, güya oğlu ilə dalaşdığına görə günahkar məhz mənəm. Məni bağışlayın, Barnard ayağa qalxdı. Mən Mrs. Lindegrenə lazım olan sənədləri hazırlamaq üçün hələ notariusu çağırmalıyam. O masanın arxasından qalxıb pləkana tərəf getdi. Nədənsə şən görünən Manicelli onu baxışları ilə yola saldı. Kristin əmr etsə, o şeytanı da bura çağırar. Antoni qəhqəhə çəkdi. Gəlin içək və ailə çəkişmələrinə əhəmiyyət verməyək. Gözlərini qaşqabalı halda stola zilləmiş Margunas özünə bir qədəh ağ şərab süzdü. Lindsay portağal şirəsinə üstünlük verdi. Drongo da özünə ağ şərab süzdü. Manicelli qədəhini qaldırıb şərabı bir nəfəsə içdi və ayağa qalxdı. Təklif edirəm ki, eyvanda qəhvə içək. Bu gün əla hava var. Hər il bu vaxt olduğuna nisbətən elə də isti deyil. O birinci çıxdı. Lindsay də onun ardınca getdi. Margunas yerindən tərpənmədi. O həmişəkindən qaşqabaqlı idi. Siz getmirsiniz, doktor? Drongo ondan soruşdu. Yox, getmirəm, o cavab verdi. Yaxşısı budur, otağıma qalxıb biraz yatım. Uçuş zamanı yuxuya gedə bilmirəm. Elə bilirdim sizin çoxlu boş vaxtınız olur. Axı Mrs. Lindegren demək olar ki, daim öz salonunda olub və sizin yanınıza çıxmayıb. Drongo saymazyana dedi. Bunu sizə kim dedi? Margunas çiyinlərini çəkdi. O elə hey bizim yanımıza gəlirdi. Ya da kimisə yanına çağırırdı. Demək olar ki, heç o da dincəlmədi. Belə uzağa uçmaqdansa sakitcə istirahət edə bilərdi. Ancaq onu tanımaq lazımdır. Çox narahat qadındır. Margunas bunu deyib köks ötürdü və öz otağına getdi. Drongo saatına baxdı. 4-ə 5 dəqiqə işləmişdi. Biraz dincəlmək lazım idi. Çünki qalmaqallı nahardan sonra şam yeməyinin necə olacağı bəlli değildi. Biraz düşünüb Manicelli ilə Lindsay'nin Agnesia və Gorlaçın olduğu eyvana çıxdı. Hər bir cütlük ayrı-ayrı stolların arxasında oturmuşdu. Juanita onlara kiçik cini fincanlarda qəhvə gətirdi. O cənab Drongodan da qəhvə istəyib istəmədiyini nəzakətlə xəbər aldı. Ancaq o yaşıl çay gətirilməsini xahiş etdi və Manicellinin stolunun arxasında oturdu. Burada çox gözəl hovuz var, Manicelli dedi. İstirahət etmək üçün əla yerdir. Keçən dəfə bura gələndə siz əvvəlcə o qədər məmnun deyildiniz, Lindsay dedi. Yanvarda mənim işim çox olur, Manicelli gülümsəyərək izah etdi. Mən hətta Avropada qalmaq istəyirdim. Amma sonradan qərarımı dəyişdim və Kristinin arqumentləri qarşısında güzəştə gedərək adaya gəldim. Onu da deməliyəm ki, peşman olmadım. Soğuq Avropadan bu cahı-cəlalı cənnətə gəlmişdim. Onda burada müsbət 28 dərəcə idi. Bu istənilən İtalyan üçün əla havadır. O vaxtdan burada olmamısınız? Drongo soruşdu. 2 dəfə gəlmək istəsəm də alınmayıb. Manicelli ah çəkdi. Bax, Yuhan daha diri baş tərpənib. Öz ceyranını da götürərək anasından gizlin bura uçub. Kristin deyir, hələ dostlarını da gətirib. Yəqin burada vaxtlarını şən keçiriblər. Antonio dodaqlarını yalayıb Drongoya göz vurdu. Onların burada necə şənləndiklərini təsəvvür edirəm. Əgər bir neçə cütlük olublarsa, qızlarını dəyiş-düş edə istədikləri oyundan çıxa bilərlər. Lindsay qəzəblənərək fınxırdı. Siz həmişə belə çirkin fikirlər söyləyirsiniz. Vizajist donquldandı. Niyə çirkin olur? Manicelli mehribanlıqla soruşdu. Sağlam kişiyə xas normal fikirlərdir. Siz də bu cür fikirləşirsiniz. Əzizim Eduardo, ancaq qadınlarda yox. Kişilərlə bağlı. Hər kəs özünə daha çox xoş olanı seçir. Bəzən mənim də eyni anda yanımda 2 gənc qadının çimməyindən xoşum gəlib. Özü də çılpaq. Siz ədəbsiz və abırsızsınız, Lindsay dedi. Kristin kimi arvadı olan adam belə murdar şeylər danışmaz. Mən keçmiş zamanda xoşum gəlib dedim.
Maniçelli onu xatırlatdı. İndi isə mən Hollywoodun ən gözəl qadınına sahibəm və o məni tamamilə qane edir. Bu zaman o Drongoya göz vurdu. Riyakar, Linsi dedi və qəhvəsini başına çəkib stoldan qalxdı. Maniçelli, sizin kimilərin nə məhəbbətə, nə sədaqətə, nə də möhkəm dostluğa inanır. Bu münasibətlər iki kişi arasında olanda daha çox inanıram, Maniçelli güldü. Doğru sözündür, Linsi. Mən belə münasibətlərə çox inanıram. Mən bir daha sizinlə danışmayacağam, Linsi məyus hal dedi. Bu ədəbsizliyinizə görə Tanrı bir gün sizi cəzalandıracaq. O üzünü çevirib evə getdi. Kənarda oturan Agnesa və Gorlaç Antoniya baxıb onu niyə belə şənləndiyini anlamırdılar. Bir neçə saniyədən sonra Agnesa ayağa qalxdı və dostunu eyvandan apardı. Maniçelli onların ardınca baxıb daha ucadan güldü. Adam biznesdə uğur qazana bilməyəndə həyatı bax belə olur. O Drongoya müraciət etdi. Bax, onda Agnesa kimi başdan xaraba, onun deyingənliyinə dözməli olursan. Bu kəmağıl qadın öz qızını öldürdü. İndi də dostunu dərxanlıq etmək istəyir. Hamısı ona görədir ki, o sadəcə pis biznesmendir və öz işlərini Agnesa'nın pullarının köməyi ilə yoluna qoymaq istəyir. Ancaq o boş kirimidir. Agnesa onsuz da ona heç nə verməyəcək. Onun biznesdə uğur qazana bilməyəcəyini hardan bilirsiniz? O artıq bir neçə dəfə mənə cəfəng layihələr təklif edib. Samballı bir iş adamının belə şeylər təklif etməsi o deməkdir ki, ya həddən artıq varlıdır və pullarının bir hissəsini axmaq layihələrə sərf etmək istər, ya da son dərəcə ağır durumdadır və xilas olmaq üçün hər şey hazırdır. Maraqlı nəzəriyyədir. Bu nəzəriyyəni sizə bağışlayıram. Bu mənim şəxsi müşahidəmdir. Ancaq mən onu onsuz da heç nə verməyəcəyəm. O tipik fırıldaqçıdır. Alisa eyvana çıxdı. Onun əsəbləşdiyi hiss olunurdu. Siqaret qutusunu çıxarıb birini götürdü və alışqanla yandırdı. Bura gəlin Alisa, Maniçelli kefi kök idi. Bizimlə oturun və utanmayın. Sibir ölkələrdə qəbul olunmuş qəribə məntiqə görə mən demək olar ki, sizin atanızam. Yəni dostunuzun anasının əriyəm. Deməli, mən sizin atanız, siz də mənim qızımsınız. Yaxşı ki, mənə sizin ananız olduğumu demədiniz. Alisa dişlərini qızadı. Ataya bax, o rusca əlavə etdi. Nə dediyinizi anlamadım, ancaq deyəsən söydünüz. Maniçelli mehribancasına dedi. Amma nahaq yerə, axı mənim sizə köməyim deyə bilərdi. Məsələn, Kristini sizinlə daha mehriban olmağa inandıra bilərdim. Ancaq özünüz hər şeyi korladınız. Niyə Kristin icazəsi olmadan bura uçub gəldiniz? Yeri gəlmişkən, neçə nəfər idiniz? 3 cütlük idik, Alisa cavab verdi. Niyə maraqlanırsınız? Çox gözəl, Maniçellinin üzü güldü. Hamınız da gənc eləmi? Bir cütlük bir qədər yaşlı idi. Onların yaşı 30-a yaxın idi. O biri cütlük isə təxminən elə biz yaşda idi. Çox səmimisiniz. Maniçelli əllərini yellədi. Siz hesab edirsiniz ki, 30-a yaxın çoxdur? Hətta 50-yə yaxın olsa belə, bu çox azdır quzum. Siz daha yaxşı bilərsiniz. Alisa çiyinlərini çəkdi. Ancaq biz bura yalnız 2 günlük gəlmişdik və heç bir pis iş görmədik. Heç hovuzu da çinmədiniz? Ya da okeanda? Maniçelli inanmadı. Bəlkə ümumiyyətlə ancaq qonaq otağında oturdunuz və hər kəs öz otağında yatdı. Alisa qızardı və siqaretini söndürüb hər iki kişiyə meydan oxuyurmuşcasına baxdı. Biz öz hərəkətlərimizlə bağlı kimsə hesabat verməyə məcbur deyilik, Alisa dedi. Biz yetkin və müstəqil insanlarıq. Ona problem nədədir? Maniçelli ayağa qalxdı. Bugün çiməcəksiniz, yoxsa sizə daha böyük dəstə lazımdır. Xəbərdar edirəm, okeana getməkdən hovuzda çimmək yaxşıdır. Orada bəzən köpək balıqları olur. Hətta sahillə lap yaxın yerlərdə. Onlar elə ac olurlar ki, insanlara da hücum edirlər. Ancaq 2 ayaqlı uşaqların bəziləri risk etməyi xoşlayır. Çünki dayaz yerlərdə zavallı yırtıcıların ov etmək şansları xeyli az olur və bıçaqla silahlanmış istənilən təcrübəli kişi köpək balığını asanlıqla öldürə bilər. Bunları mənə niyə söyləyirsiniz? Alisa anlamadı. Məni anlamağınız üçün, Maniçelli qımışdı. Yırtıcılarla sənə əlverişli olan şəraitdə vuruşmaq lazımdır. Bu sizin gələcək qaynananıza da aiddir. Sizə onun ərazisində çox qalmaq olmaz, onunla başqa, daha neytral yerlərdə görüşmək lazımdır. Maniçelli bunu deyib güldü və evə keçdi. Alisa eyvanda oturub qaldı. Siz onun öz oğluna necə münasibət göstərdiyini gördünüz? O Drongodan soruşdu. Siz elə bilirsiniz ki, o nə vaxtsa məni öz evinə qəbul edəcək? O mənə sadəcə nifrət edir. Siz ondan icazə almadan onun oğlu ilə birlikdə villaya gəlmişsiniz və o bundan inciyib, Drongo dedi. Məncə bu aydındır.
Heç nə aydın deyil, Alisa etiraz etdi. Niyə onun bu axmaq villadan ötürü belə ürəyə gedir? Biz onun Parisdəki evində də olmuşuq. Los Angelesdəki evində də bir-iki dəfə qalmışıq, ancaq heç vaxt belə reaksiya verməyib. O, biz bura gələn kimi bundan xəbər tutmuşdu. Mühafizəçilərdən kimsə zəng vurub gəldiyimizi ona xəbər vermişdi. Hələ o zaman Yuhanla möhkəm dalaşdı. Ona görə də Los Angelesdə mən onun evində yox, oteldə qalırdım. Bəlkə Barbadosdakı villa onun üçün digər yerlərdən daha qiymətlidir. Dronqo ehtimallarını dilə gətirdi. Ya da oğlunun adi həftə sonu istirahəti üçün belə uzağa uçmasından sadəcə narahat olub. Amma o da ola bilər ki, sizin namizədliyiniz onu qane etməsin. Hər bir ananın öz dəlilləri ola bilər. Heç bir dəlil yoxdur. Alisa təsdiq etdi. O sadəcə məni sevmir. Bütün səbəb də bundan ibarətdir. Hər şey sizin düşündüyünüz qədər sadə deyil. Dronqo ah çəkdi. Alisa əlini yerləyib ayağa qalxdı və çimərliyə doğru getdi. Raul səhər-səhər qıfılı çıxarmış və çimərliyin qapısını açmışdı. Hər iki kamera əvvəlki tək işləyirdi. O yenə tək qaldı. Yuxarı qalxıb öz otağına getmək istəyirdi ki, eyvanda yenidən peyda olan Yuri Gorlaçı gördü. O siqar çıxarıb alışdırdı. Ah, bu sizsiniz, Gorlaç kinli Dronqoya baxdı. Yəni öz canilərinizi axtarırsınız? Amma onlar burada yoxdur. Burada maşınları belə oğurlamırlar. Çünki adadan çıxarmaq mümkün deyil. Ancaq xırda oğrular burada sıçovullar kimi çoxdur. Bu isə sizin sahəniz deyil. Siz axı ən məşhur cinayətləri araşdırırsınız. Bəzən adi oğrularla, fırıldaqçılarla da məşğul oluram. Dronqo ona meydan oxudu. Siz məni qorxutmayın, Gorlaç çımxırdı. İslanmışın yağışdan qorxusu olmaz. Ukrayna prokurorluğu hələ 5 il bundan qabaq mənim əleyhimə cinayət işi qaldırıb. Ancaq heç nə də bilməyib. Ona görə də qorxutmayın. Mən dəvəsi ölmüş ərəbəm. Mənim gözümü qorxutmaq mümkün deyil. Siz bu adada olmusunuz? Bunu sizə kim dedi? Amma nə fərqi var? Hə, olmuşam. Agnesiyaya kömək etmək üçün 1-2 günlüyə gəlmişdim. Dərhal da uçub getdik. Heç yada salmaq da istəmirəm. Niyə? O elə bir vəziyyətdə idi ki, yada salmamaq daha yaxşıdır. Adaya uçmaq istəmirdi. Düzdür, istəmirdi. Mən sizin rəfiqənizin hərəkətlərinin məntiqini tam anlamıram. O bir tərəfdən bura uçmaq istəmir, digər tərəfdən isə bir neçə dəfə gəlib. Qışda, bir ay qabaq, indi. Bu çox deyilmi? O da hesab edir ki, çoxdur. Gorlaç başını tərpətdi. Ona görə də bura uçmaq istəmir. Heç nə anlamıram, istəmirəm uçur. Başa düşməsəniz yaxşıdır, bu çox kədərlidir. Nəyə necə tutursunuz? Hər şeyi, Gorlaç ah çəkdi. Elə həyatımızı da, hərçənd siz yəqin ki, belə şeylərlə bizdən çox rastlaşmalı olursunuz. Yuri daha heç nə izah etmədi. Siqarını tüstürətməyə davam edərək sadəcə əlini yerlədi. Dronqo evə daxil olmaq üçün çevrildi. Bu evdə baş verəcək qətlə cəmi bir neçə saat qalmışdı. Evdə qeyri-adi sakitlik hökm sürürdü. Elə bil bütün qonaqlar axır ki, girmişdilər. Yalnız qulluqçu sakitcə qab-qacağı yığışdırır, aşpaz qadın isə boşqabları və qədəhləri qabıyan maşına səs-küy salmadan yığmağa çalışırdı. Dronqo pilləkənlə qalxarkən kiminsə qapını bərkdən döydüyünü və qadın səsi eşitdi. O ikinci mərtəbədə dayanıb qulaq asdı. Heç nə eşidilmirdi. Dronqo Yuhanla Alisanın yataq otağına doğru bir neçə addım atdı və anlaşılmaz pıçıltı eşidirdi. Qapı bağlı değildi. O lap yaxına gəldi. Yuhan kresloda oturmuşdu. Kristin isə onun başı üzərində dayanaraq qulağına nəsə pıçıldayırdı. Oğlan üz-gözünü tutuşduraraq onun əlindən çıxmağa çalışsa da, anası onun başından bərk-bərk yapışmışdı və bir neçə dəfə alnından öpdü. Dronqo ana ilə oğul arasındakı anlaşma səhnəsinə mane olan biləcəyini düşündü. Fikirləşdi ki, Yuhan yəqin ki, şam yeməyinə aşağı düşəcək. Biraz dincəlmək üçün yuxarı qalxdı. Yuxusuzluq öz təsirini göstərirdi. Soyunub yatağına uzandı. Axşam 8-ə işləmiş oyananda bütün ev sanki uğuldayırdı. Aşağıdan musiqi sədası yüksəlir, dəhlizdə kiminsə atdım səslər eşidilirdi. Şam yeməyinə düşmək üçün geyinməyə başladı. Burada ekvatora yaxın bütün cənubda olduğu kimi hava erkən qaralır, gecə qəfil düşürdü. Elə bir kimsə günəşin qabağını əlləri ilə kəsirdi. Dronqo qonaq otağına düşdü. Lindsay, Barnard və Margunos artıq buradaydılar. Agnesia kənarda oturub dostunun aşağı düşməsini gözləyirdi. Ancaq Gorlaç eyvan tərəfdən gəldi. Onun keyfi kök idi. Qayğısız halda nəsə zümzümə edirdi. Sənin barmağında qan var, Agnes narazılıq dilləndi. Doğrudan, Yuri Gorlaç barmağına baxdı. Siqarı kəsəndə zədələmişəm. Bəs Kristinanı? O indi düşəcək.
Barnard dedi. Mən onun yanından bir neçə saniyə əvvəl çıxmışam. Kristin doğrudan da bir dəqiqədən sonra aşağı düşdü. O dizindən xeyli aşağı olan tünd göy rəngdə uzun atlas paltar geyinmişdi. Linç ona baxıb qalibanə görkəm aldı və gülümsədi. Bu gün onun Kristinin saçı və makyajı üzərində işlədiyi aydın idi. Bəs qalanlar hanı? Hələ masa arxasına keçməyən Kristin üzünü barnında tutub maraqlandı. Harda itib batıblar? Bilmirəm, Barnard cavab verdi. Bəlkə çimərliyə gediblər. Bizdə şam saat 9-da olur və onlar bunu bilirlər. Kristin əsəbalı dedi. Niyə indiyəcən gəlməyiblər? Mən mühafizəçilərdən birini çimərliyə göndərib onları çağırtıra bilərəm. Barnard dərhal xidmətlərini təklif etdi. Hər üçünü? Kristin şübhə ilə soruşdu. Bilmirəm, Barnard cavab verdi. Onların hara getdiyini kameralardan yoxlamaq olar. Bu gec olacaq və uzun çəkəcək. Kristin qaşqabağını salladı. Mühafizəçilərdən birini onların ardınca yollayın. O sözünü qurtarmamış Ali isə özünü qonaq otağına saldı. O dəhşətli halda idi, təkcə çimərlik geyimində idi və təpədən dırnağı qana bulaşmışdı. Gənc qadın az qala boğulurdu. Nə olub? Kristin qışqırdı. Yuhana nə olub? O çimərlikdədir, təngi nəfəs aldı dedi. Orada adam öldürüblər. 13-cü fəsil. Kristinin rəngi ağardı, halı xarablaşdı. Barnard ona tez bir stəkan su tökdü. Margunas kömək etmək üçün üstünə yüyürdü. Kristin stula çökdü. O az qala huşunu itirəcəkdi. Yuhana nə olub? O təngi nəfəs aldı soruşdu. Ona nə olub? Ona heç nə olmayıb, Alisa tez cavab verdi. Orada yerə uzanan sizin həyat yoldaşınız cənab Maniçellidir. Ona nəsə olub, kimsə onu bıçaqla vurub, ya da özünü bıçaqlayıb, o çimərlikdə düz okeanın sahilinə uzanıb. Biz orada nə baş verdiyini anlaya bilmirik. Ola bilməz, Lindsay çaşqın halda qışqırdı. Bu dəhşətdir. Hamı Drongoya baxdı. Sanki ondan mühüm bir qərar gözləyirdilər. Ya demək olar ki, möcüzə. O qaşqabağını sallamış, qaşları düyünlənmişdi. Deyəsən ona tapşırılan vəzifənin öhdəsindən gələ bilməmişdi. Kristin sağ olsa da kimsə çimərlikdə onun ərini doğramışdı. Drongo sürətli qərar qəbul etməyə bacardı. Gəlin belə edək. O tapşırıqlarını verməyə başladı. Qadınlar evdə qalsınlar. Yuri Gorlaç və Lindsay də onlarla birlikdə. Heç bir halda evdən çıxmayın. Mühafizəçilərdən birini çağırın. Yanınızda olsun. Mən Barnard və Morganosla birgə çimərliyə gedirəm. Heç kəs evdən çıxmasın. Hamı başa düşdü? Hə. Gorlaç hamının yerinə cavab verdi. Mən heç kəsi evdən buraxmayacağam. Evə də heç kəsi buraxmayaram. Arxayın olun. Mühafizəçini çağırın. Drongo tapşırıq verdi və dərhal çimərliyə tərəf yüyürdü. Barnard və Margunos da onun ardınca getdilər. Çimərliyə aparan doqqaza qədər məsafəni təxminən 1 dəqiqə qaçdılar. O qıfıla baxdı. Onu ev sahibəsi evdə ikən çıxarmışdılar, ancaq qapı içəridən rəzə ilə bağlanırdı və onu bayırdan açmaq mümkün değildi. İndi qapı açıq idi. Drongo hər iki işlək kameraya baxdı. Tez olun, o yoldaşlarından xahiş etdi və okean sahilinə aparan çığıra tərəf yönəldi. Daha bir dəqiqədən sonra onlar artıq çimərlikdə idilər. Antoni Manicellinin meyti qumun üstündə idi. Başdan ayağa qana bulaşmış, Yuhan onun yanında oturmuşdu və anasının ərinə hansısa formada kömək etməyə çalışırdı. Ancaq Manicellini xilas etmək artıq mümkün değildi. Margunas onun yanında çömbəlib xəsarətin xarakterini müəyyənləşdirməyə çalışdı. Tez də qalxdı. Güclü deşici zərbədir, o dedi. Bədbəxtin heç bir şansı olmayıb. Zərbədən sonra bir neçə dəqiqə yaşayıb. O nə vaxt keçinib? Drongo soruşdu. Yarım saat qabaq, Margunas cavab verdi. Ya da bir qədər çox. Bura isti olduğundan meyit hələ soyumayıb. Nə edək? Onu burada qoyaq, yoxsa evə aparaq? Lənət şeytana, biz indi heç nə tapa bilməyəcəyik. Drongo deyindi. Meyti isə burada saxlamaq olmaz. Evə aparmaq olacaq. Məgər buna icazə var? Margunas soruşdu. Sizin probleminiz ola bilər. Razıyam, ancaq başqa çıxış yolumuz yoxdur. Biz onu evə aparacağıq. Mənə kömək edin, ancaq ehtiyatla. Ən yaxşısı isə budur ki, evə qaçıb mələfə gətirin. İndi gətirərəm. Margunas əmrə tabe oldu. O evə cumdu. Drongo heyrətdən saralmış Yuhana baxdı. Burada nə baş verib? Biz Alisa ilə gəzməyə çıxmışdıq və onu çimərlikdə yerə uzanan gördük. Onun yanına qaçdıq, ancaq artıq gec idi. Mən ona kömək etməyə çalışdım. Yaxınlıqda kimsə gördünüz? Yox, heç kəsi. Yanında bıçaq ya da başqa silah yox idi ki. Yox, burada heç nə yox idi. Əgər onun ağ şalvarı olmasaydı, bəlkə də yanından ötüb keçərdik. Çünki hava xeyli qaralmışdı. Yuhan əlini qeyri-ixtiyarı üzünə çəkdi. Sifəti qırmızı qana bulaşdı. O deyinərək dəsmal çıxarıb üzünü ehtiyatla sildi. Siz bu haqda nə düşünürsünüz? Drongo Barnarddan soruşdu. Bilmirəm. Katib çiyinlərini çəkdi. Bəlkə kimsə yad adamlardandır.
Onun pullarını və kredit kartlarını götürmək istəyib. Çimərlikdə nə kredit kartı? Yuhan qışqırdı. Onun üzərində heç nə olmayıb. Buraya yad adamların girib-girmədiyini hələ öyrənmək lazımdır. Dronqo alnını ovuşturdu. Siz nə demək istəyirsiniz? Barnard anlamadı. Heç nə, hələ ki heç nə. Mən ancaq biz evə qayıtdıqdan sonra nəsə deyə bilərəm. Margunas əlində mələfə qaçıb gəldi. Mühafizəçilər polis çağıracaqlarını söylədilər. O mızıldandı. Gəlin ona toxunmayaq. Götürün, Dronqo əmr etdi. Biz onu evə aparmalıyıq. Qoy bizi buna görə lap cəzalandırsınlar. Onlar meyti qana dərhal canına opan mələfəyə bükdülər və evə apardılar. Qadınları qorxutmamaq üçün onu qodan otağına gətirməyib qarajın qarşısına qoydular. Margunos, siz meytin yanında qalın, Dronqo əmr etdi. Mən isə polis gəlməzcən bizim müşahidə mərkəzində olub bütün lent yazılarına baxmalıyam. Heç kəsi meytin yanına buraxmayın. Hər şey aydındır. Həkim başını tərpətdi. Bəs mən nə eləyim? Yuhan soruşdu. Evə gedib yuyuna bilərsiniz. Ən yaxşısı duş qəbul edin. Dronqo məsləhət verdi. O mühafizəçilərin növbə çəkdiyi binaya tələsdi. Dronqo içəri daxil olanda orada yalnız bir nəfər qorxmuş Afro-Amerikalı vardı. İkinci mühafizəçi evdə növbə çəkirdi. Sizin silahınız var? Dronqo ondan soruşdu. Hə, bizdə tapancalar var. Yaşlı mühafizəçi başını tərpətdi. Aydın məsələ idi ki, Raul onu bura tanışlıqla düzəltmişdi. Digər mühafizəçilər onun oğlu yaşda idilər. Yaxşı, Dronqo stolun arxasında oturub bir qədər nəfəsini dərdi. Mühafizəçiyə də özünə gəlməyə vaxt verdi. Gəlin baxaq görək bu gün çimərliyə kim çıxıb. Axşam saat 6-dan sonra. Mənə çimərliyin yolunu göstərin. Sizdə lent yazısı var? Var. Müşahidə yazısını geri qaytaran mühafizəçinin gözünə sanki işıq gəldi. Kameralar çimərliyə çıxan Antoni Maniçellini aydın göstərirdi. Ancaq Maniçellidən bir neçə dəqiqə qabaq Yuri Gorlaç da çimərliyə aparan yola çıxmışdı. Agnesanın dostu geriyə kifayət qədər tez, 15 dəqiqədən sonra qayıtmışdı. Sonra Linçi görünürdü. O da bir müddətdən sonra geri qayıdırdı. Nəhayət yolda Yuhan və Alisa peyda olurdular. Onlar hər ikisi təxminən axşam saat 8-ə işləmiş çıxmışdılar. 30-40 dəqiqədən sonra isə evə tərəf qaçan Alisa görünürdü. Sonra Dronqo, həkim və Barnard doqqazdan keçərək çimərliyə yollanırdılar. Dronqo lent yazısına qaşqabaqlı halda baxdı. O biri qapılardan çıxan olub, o soruşdu. Bəli, mühafizəçi cavab verdi. Əvvəlcə bizim həkim çıxmışdı. O qəsəbəyə harasa gedirdi, ancaq tez qayıdıb gəldi. Yarım saatdan sonra ona qədər Barnard çıxmışdı. O notariusun yanına gedirdi. Saat yarımdan sonra qayıtdı. Bizdə lent yazısı var. Başqa heç kəs çıxmayıb və villaya gələn də olmayıb. Hər şey aydındır. Sağ olun. Polis gəlsə bu yazıları onlara verə bilərsiniz. Onlar daha mənə lazım deyil. Dronqo Margunasın yanına qayıtdı. Barnard artıq qadınları sakitləşdirmək üçün evə getmiş, həkim tək qalmışdı. Niyə bu gün evdən çıxdığınızı demədiniz? Dronqo soruşdu. Nə mənada çıxdığımı? Margunas anlamadı. Mən bu gün axşam villadan çıxmağınızı nəzərdə tuturam. Mənə qəsəbəyə getmək lazım idi. Eugenia mənə dedi ki, orada xəstə bir oğlan uşağı var. Mən də getdim. Ancaq tez qayıtmısınız. Təxminən yarım saat sonra. Siz belə qısa bir müddətdə ora gedib qayıda bilməzdiniz. Hardan bilirsiniz? Margunas təəccübləndi. Yəni, məni güdürdünüz? Mən yox. Evin ətrafına və qapıya quraşdırılmış kameralar. Siz təxminən yarım saat olmamışsınız. Doğrudur. Mən qəsəbəyə piyada getmək istəyirdim. Ancaq yolda Juanitanın qardaşına rast gəldim və o mənə uşağın artıq xəstəxanaya aparıldığını xəbər verdi. Sonra məni maşınla villaya gətirdi. Bəs bu gün çimərlikdə olmamışsınız? Qulaq asın, cənab Dronqo. Həkim isləndi. Əgər məndən şübhələnməyə qərar vermisinizsə, bu axmaqlıqdır. Belə bir zərbəni istənilən adam vura bilər. Ancaq həmin adam bütün hallarda həkim və daxili orqanlar üzrə mütəxəssis deyil. Zərbə güclü olub, amma peşəkar deyil. Əgər mən cənab Maniçellini öldürmək istəsəydim, bir dəqiq zərbə indirərdim ki, əzab çəkməsin və onu bu şəkildə vurmazdım. Siz istintaqı çaşdırmaq üçün bunu qəsdən də belə edə bilərdiniz. Axı hamı sizin peşəkar həkim olduğunuzu bilir. Ona görə də qatil ola bilərəm. Sakitləşin. Cənab Dronqo, onu mən öldürməmişəm. Mən belə bir şey demədim. Sadəcə niyə belə tez qayıtdığınızı soruşdum. Yoxlaya bilərsiniz. Margunas əsəblə cavab verdi. Məni sorğu-suala çəkmək də lazım deyil. Mən hələlik şübhəli şəxs deyiləm. Siz bu ilin yanvarında adada olmusunuz? Əlbəttə olmuşam. Onda burada nə baş vermişdi? Heç nə olmamışdı. Biz gəldik, dincəldik və yenidən Los Angeles'a qayıtdıq. Hər şey tamamilə normal idi.
Bəs niyə Agnes inatkarcasına bura gəlmək istəmirdi? Başa düşmürəm. Yaxşısı budur, özündən soruşun. Meyti nə eləyək? Burada qalsın ya evə aparaq? Burada qalması daha yaxşıdır. Sizdən xahiş edirəm, polis gəlinəcən burada qalın. Evdəki mühafizəçini də yanınıza göndərəcəyəm. Onu çimərlikdən bura sürüdüyümə görə polisə izahat verməli olacağam. Margunas acıqlı dedi. Axı mən sizə dedim ki, müstəntiqlər gələnə qədər ona toxunmayaq. Siz mənim vəziyyətimi anlamırsınız. Sizin hərəkətlərinizin motivini onlara izah etmək mənə çox çətin olacaq. Mən sizinlə olacağam, Drongo söz verdi. Ancaq indi mənə evə qayıtmaq və qatili isti izlərlə tapmağa cəhd etmək lazımdır. Margunas diksindi. Siz nə danışırsınız? Hansı qatili? Siz qatilin evdə olduğunu düşünürsünüz? Ancaq bu absurddur. Nonsensdir. Belə bir şey mümkün deyil. Mən evdəki adamların hamısını aylardır tanıyıram. Hansız axmağın gecə vaxtı okean sahilindəki çimərlikdə peyda olub Maniçellinin şalvarını və maykasını oğurlamaq üçün onu öldürdüyünə inanmaq mənə çox çətindir. Drongo etiraz etdi. İstənilən kənar adam bilir ki, çimərlikdə adamda nə pul olur, nə də sənət. Xüsusilə də belə bir vaxtda. Üstəlik Maniçelli özü yetərincə güclü və hazırlıqlı bir adam idi. Yad adam ona bu qədər yaxınlaşıb zərbə endirə bilməzdi. Qatil onun tanıdığı adam olub. Buna tam əminəm. Lənət şeytana, Margunas çaşqın halda qışqırdı. Mən nə deyəcəyimi belə bilmirəm. Nəsə demək lazım deyil, Drongo əlini yerlədi. Ən yaxşısı burada gözləməyinizdir. Mən mühafizəçini tezliklə göndərəcəyəm. O dönüb evə doğru addımladı. Orada qorxunc bir mələkə qopmuşdu. Alisa və Yohan yuyunmaq üçün otaqlarına qalxmışdılar. Barnard huşunu itirmək dərəcəsində olan Kristin aparmışdı. Böyük qonaq otağındakılar yalnız Agnesa və dostu, bir də Lindsay idi. Mühafizəçi qapının ağzında dayanmışdı. Necə kömək edəcəyini bilmirdi. O baş vermiş hadisədən bərk qorxmuş 25 yaşlı gənc Afro-Amerikalı gənc idi. Qaraja get. Orada həkimi görəcəksən. Onunla qal. Drongo əmr etdi. Mühafizəçi cəld başını tərpətdi. Qaçaraq evdən çıxdı. Drongo masaya yaxınlaşıb stəkan götürdü və özünə mineral su tökdü. Orada nə olub? Lindsay qaşqabalı aldı soruşdu. Kimsə Maniçellini bıçaqla vurub. Drongo stulda oturaraq dedi. Agnes diksindi və dostundan yapışdı. Lənətlənmiş ev, o pıçıldadı. Lənətlənmiş yer. Gəlin sakit olaq, Drongo təklif etdi. Tezliklə polis gələcək, hamımız sakit olmalıyıq. Mən artıq müşahidə kameralarının lent yazılarına baxmışam. Nə gördünüz orada? Lindsay istehza ilə soruşdu. Maniçellinin ardınca çimərliyə dərhal sizin çıxdığınızı, Drongo cavab verdi. Lindsay tutuldu. Siz dəli olmusunuz? Mən çıxmamışam. Amma dayanın. Mən doğrudan da bu axşam çimərliyə çıxmışdım. Qapı açıq idi və mən biraz gəzmək istədim. Okeana qədər getdim və geri qayıtdım. Mən evə tez qayıtmalıydım. Niyə? Nə üçün tələsirdiniz? Mən vizajistəm və bura Mrs. Kristin Lindegren ilə gəlmişəm. Lindsay bir qədər acıqla dedi. Mən onun yanında qalxmaq və necə bəzənməsinə diqqət etmək lazım idi. O özü də bunu məndən xahiş etmişdi. Mən də etdim. Siz mənim geriyə tez qayıtmağımın səbəbini bilirsiniz. Bəs siz heç kəsi görmədiniz? Təsəvvür edin, heç kəsi. Lindsay onun ağzından vurdu. Mənimlə bu tonda danışmağınız xoşuma gəlmir. Yəni siz mənim belə bir dəhşətli cinayət törədə biləcəyimi güman edirsiniz? Mən peşəkar vizajistəm. Nə qədər təltiflərim var. Maniçellini öldürüb həyatımı korlamaq mənim nəyimə lazımdır? Onun mənə nə pisliyi keçib baxın. Bugün siz mənə dediniz ki, Tanrı onu nə vaxtsa ədəbsizliyinə görə cəzalandıracaq. Bu sizin sözləriniz deyil. Mən Tanrının silahı deyiləm. Lindsay səsini qaldırdı. Ümumiyyətlə siz məndən nə istəyirsiniz axı? Mən sadəcə Maniçelliyə onun kobud zarafatlarına görə hisslənmişdim. Siz isə bütün söhbətdən bir cümlə çıxarıb bu qorxunc cinayətdə məndən şübhəli şəxs düzəldirsiniz. Barnard qonaq otağına daxil oldu. Onun sifətindən yorğunluq yağırdı. Kristin özünü çox pis hiss edir. O qısaca dedi. Həkimi çağırmaq lazımdır. Gərək Margunas ona baxsın. O qarajların yanındadır, Drongo dedi. Ona zəng vurmaq olar. Barnard mobil telefonunu çıxarıb nömrəni yığdı. Cənab Margunas, zəhmət olmasa evə gəlin. Mrs. Kristin Lindegren özünü pis hiss edir. İndi onun yanına qalxmağınız çox yaxşı olardı. Bəli, cənab Drongo mənim yanımdadır. İndi öyrənərəm. O bura gəlməyə sizdən icazə istəyir, Barnard dedi. Siz ona qarajın qarşısında meyitin yanında qalmağı tapşırmısınız. Onun yanına göndərdiyi mühafizəçinin harada olduğunu dəqiqləşdirin. Onun yanındadır, ancaq bu oğlan açıq-aşkar qorxub. Qoy Margunas evə gəlsin, Drongo dedi.
Barnard onun sözlərinə həkimə çatdırdı. Siz bu gün villadan çıxmısınız? Drongo Barnarddan soruşdu. Bəli, katib sakitcə cavab verdi. Mən şəhərə notariusun yanına getməli idim. Siz ki, dünən Kristinin bankda mənə göstəriş verdiyini eşitdiniz. Bu gün siz notariusun yanında oldunuz. Bəli, mən sizin sualınızı mahiyyətini anlamıram. Bunu niyə soruşursunuz? O evdən çıxan hər kəsi potensial qatil hesab edir. Lynch gülümsündü. Ona görə sizdən də soruşur. Barnardın sifətinin bir əzələsi belə tərpənmədi. O yalnız eynəyini çıxartdı və şüşəni yaxşı-yaxşı sildi. Siz villadan çıxmısınız? Drongo tələsik davam etdi. Kameralar sizin buradan necə çıxdığınızı qeydə alıb. Siz tək idiniz? Əlbəttə. Mən qarajdakı 2 avtomobildən birini götürüb şəhərə getdim. Maşını siz sürürdünüz? Əlbəttə. Maşını həmişə özüm sürürəm. Los Angeles'da da hər şey sürücünün həll etməsi xoşuma gəlmir. Özümün idarə etməyim daha yaxşıdır. Həm də bizim can güdənlərin işi onsuz da çoxdur. Siz axşama yaxın çıxmışdınız, Drongo dedi. Nəzəri cəhətdən siz geri dönüb dolama yolla çimərliyə gələ bilərdiniz. Gələ bilməzdim. Barnard sakitcə cavab verdi. Mən şəhərdə idim. Bizim villanın yanından keçib çimərliyə getmək isə praktiki olaraq mümkün deyil. Qonşuluqda başqa bir villa var. İki hasarın arasında yol isə çox ensizdir. Oradan çətin ki maşın keçsin. Mən həm şəhərə gedə, həm də çimərliyə dönə bilməzdim. Mən sizin notariusun yanında nə vaxt olduğunuzu yoxlamağa məcburam, Drongo dedi. Barnard gülümsünüb mobil telefonunu çıxartdı. Notariusun nömrəsini yığıb uzadan dedi. Axşamınız xeyir cənab Dawson. Danışan Daniel Barnarddır. Sizə qəribə bir məsələyə görə zəng vurmuşam. Lütfən mənimlə söhbət edən adama bu gün yanınızda nə vaxt olduğumu deyərdiniz. O telefonu Drongo uzatdı və ekspert heç bir tərəddüd etmədən onu aldı. Axşamınız xeyir cənab Dawson, Drongo dedi. Biz cənab Barnardla mübahisə etmişik ki, o bu gün həm şəhərə gedə, həm də çimərliyə dönə bilərdi, ya yox? O bu gün mənim yanımda olub, notarius təsdiqlədi. Məncə cənab Barnardın sözlərinə inanmalısınız. Mən hələ indiyədək cənab Barnard qədər öz hərəkətlərinə məsuliyyətli yanaşan centilmenə rast gəlməmişəm. Başqa sualınız var? Yox, Drongo cavab verdi. Təşəkkür edirəm, mən hər şeyi anladım. O telefonu Barnardı qaytardı. Katib tamamilə sakit idi. Gördüyünüz kimi, sizin şübhələrinizin heç bir əsası yoxdur. O buz kimi soyuq səslə dedi. Bu zaman Morgunas qaça-qaça qonaq otağına daxil oldu. O hardadır? Həkim soruşdu. Kristin hardadır? 14-cü fəsil. Gedək sizi ötürüm, Barnard dedi. Öz otağındadır. Cənab Drongo, mən gedə bilərəm. Yoxsa yenə sualınız var? Daha sualım yoxdur, Drongo cavab verdi. Barnard bir neçə addım atıb geri çevrildi. Mənə elə gəlir ki, siz boş yerə vaxt itirirsiniz, o dedi. Qatili tamam başqa yerdə axtarmaq lazımdır. Mən baş verən hadisəyə görə sizi günahkar saymıram. Hərçənd sizi Kristini və onun yaxınlarını qorumaq üçün tutublar. Ancaq siz bizim evdən kənarda baş verən hər şeyə görə cavabdehlik daşıya bilməzsiniz. Həm də peşəkar xətalara görə başqalarını günahlandırmaq lazım deyil. O cavab gözləmədən Morgunasla birlikdə çıxdı. Lynch bəkdən fınxırdı. Siz baş verən hadisəyə görə hələ bir günahkarsınız da, vizajist istehza etdi. Belə işlər, cənab Drongo. Sizə bura gəlmək lazım deyildi. Bizim oturuşmuş kampaniyamız var. Yad adam sadəcə qıcıq doğurur. Mən bura Mrs. Lindegrenin dəvəti ilə gəlmişəm, Drongo sakitcə yada saldı. Yaxşı olardı ki, ümumiyyətlə bura gəlməyəydik, Agnes mızıldandı. Mən elə gəlir ki, siz burada boş yerə vaxt itirirsiniz, Lynch davam etdi. Qatil artıq çox uzaqlardadır. Sizin fikrinizi nəzərə alaram, Drongo cavab verdi. Nəzərə alın, Lynch ironiyalı dedi. Bəlkə onda bizlərdən şübhələnməz və baş verən hadisədən düzgün nəticə çıxararsınız. Siz nə demək istəyirsiniz? Demək istədiyimi, sizin yerinizdə olan hər kəs burada nə baş verdiyini çoxdan anlayırdı. Gorlaç qaşqabağını tökdü. Agnes üzünü döndərdi. Drongo maraqla Lynch'e baxdı. Sizi tam anlamadım. Hər şey sözsüz aydındır, vizajist dedi. Heç bir qətl filan baş verməyə, belə bilirdim hər şey dərhal başa düşəcəksiniz. Maraqlıdır, Drongo mızıldandı. O halda biz kimi evə gətirdik? Və qarajın yanında kimin meyitidir? Bədbəxt Antonio Manicellinin, Lynch başını tərpətdi. Buna baxmayaraq qətl filan olmayıb. Bugün biz hamımız birlikdə nahar edərkən Yuhan növbəti dəfə süfrə arxasında anası ilə mübahisə etdi. Demək istəyirsiniz ki, onların arasında belə mübahisələr tez-tez olur? Dedikodu ilə məşğul olmaq ayıb deyilmi, Eduardo? Agnes onu məzəmmət etdi.
Heç bir dedikodu ola bilməz. Linçi soyuqqanlıqla şəkildə etiraz etdi. Yuxan artıq çoxdan uşaq deyil. Təəssüf ki, siz bunu görə bilmirsiniz. Agnesa, o vaxtının çoxunu gözəlçələrlə keçirən yetərincə qəddar bir tipdir və daim anasından pul tələb edir. Siz onu heç vaxt sevməmisiniz. Agnesa vizajistin sözünü kəsdi. Onun qadınlar arasında uğur qazanması, hamı tərəfindən sevilməsi sizin xoşunuza gəlmir. Bəlkə onu qadınlara qısqandığımı da söylərsiniz. Linç üz-gözünü turşutdu. Siz ki, mənim nəyə üstünlük verdiyimi bilirsiniz. Elə buna görə də onu sevmirsiniz. Agnesa sakitləşmədi. Siz nə səbəbə Yuhanla anası arasında narazılığı sahildən baş verən hadisə ilə dolayısıyla əlaqələndirirsiniz? Lüzumsuz mübahisəyə son qoymaq istəyən Drongo soruşdu. Siz Kristinin nə dediyini xatırlamırsınız? Linçi qımışdı. O, oğluna son dəfə pul verəcəyini və mirasdan məhrum edəcəyini söylədi. Məncə bunun kimə sərfəli olması haqqında düşünmək lazımdır. Maniçeli gənc varisi açıq-aşkar qıcıqlandırır. Nə anasının seçimi, nə də bu mükəmməl playboy və onun biznesdəki uğurları onun xoşuna gəlmirdi. Üstəlik cənab Barnard bu gün notariusun yanında olub və Kristinin vəsiyyətnaməsini dəyişməsi üçün onu sabah villaya gətirə bilərdi. Mənə elə gəlir ki, Yuhan öz atalığını öldürmək istəməyib. Onlar sadəcə çimərlidə deyişiblər və Yuhan özünü saxlaya bilməyib. Sonradan onu xilas etməyə çalışsa da bir şey çıxmayıb. Siz Alisanın çimərlik paltarında olduğunu diqqət etdiniz. Onlar o da çimməli yox, sevişməklə məşğul imişlər və Maniçelli gələndə aralarında dava olub. Hər şey məhz bu cür baş verib ya da bu cür ola bilərdi. Siz dözülməz dərəcədə yalancısınız, Eduardo. Agnesa yenə söhbətə qarışdı. Sizə heç bir pisliyə keçməyən uşağı zərbə altında qoyursunuz. Məgər o anasının sevdiyi bir kişi əl qaldıra bilər? Siz heç nə anlamırsınız. Ola bilər, Linç razılaşdı. Ancaq cənab Drongo hətta məndən də şübhələnir. Hərçət aydındır ki, Manicellinin ölümü mənə o qədər də lazım deyildi. Amma siz onu sevmirdiniz, Drongo qəfil dedi. Axı sizin özünüz dediyiniz kimi playboylardan qətiyyən xoşunuz gəlmir. Bu cür bir mənalı şəkildə deyil. Mən sadəcə qadınları tez-tez dəyişən kişiləri anlamıram. Sevgidəki qərarsızlıq həyatdakı qərarsızlığın əlamətidir. Daimi prioritetləri olmadan yaşamaq çətindir. Bu hələ bizə məsləhət də verir, Qorlas təəccübləndi. Özü kimlə gəldi yatır, amma bizə özümüzü necə aparmağımızla bağlı məsləhət verir. Mən sizinlə danışmıram, cənab Qorlas, Linçi nəzakətlə dedi. Mən sizin yerinizdə olsaydım, susardım. Siz ümumiyyətlə əsl playboy nümunəsisiniz. Xoş olanda faydalı olanı birləşdirirsiniz. Ətəyi pulla dolu gözəl qadın. Ay səni yaramaz, Qorla sözündən çıxdı. İndi sənin əngini əzəcəyəm. Mənə hələ bir məsləhət də verir. O yerindən qalxıb Linçə hücum çəkmək istədi, ancaq Drongo araya girdi. Sakit olun, o Qorlası dedi. Bu cavabı özünüz haqq etdiniz. Heç vaxt heç kəs təhqir etmək lazım deyil. Qoy rədd olsun cəhənnəmə, Qorlas donquldandı və qayıdıb yerində oturdu. Görürəm sizi əbəs yerə əsəbləşdirirəm, Linçi sakit dedi. Odur ki, getsəm yaxşıdır. Ümumiyyətlə, belə gözəl bir adada baş verən hadisələri dramatikləşdirmək lazım deyil. Maniçelli öz həyatını çox gözəl yaşayıb. Mənə elə gəlir ki, cəhənnəmdə də onun üçün şən keçəcək. Ora düşəcəyinə isə heç bir şək şübhə ola bilməz. Linçi qalxıb otaqdan çıxdı. Onun addım səsləri pləkanda demək olar ki, eşidilmirdi. Qorlaç onu ikrah dolu, tutqun baxışlarla yola saldı. Mənim başım ağrıyır. Agnes ah çəkdi. Gedim görüm Kristin özünü necə hiss edir. O ayağa qalxıb otaqdan çıxdı. Drongo ilə Qorlaç tək qaldılar. Drongo özünə su tökdü. Əsəbləşirsiniz? Qorlaç Rusça soruşdu. Düz edirsiniz, ancaq narahat olmayın, elə bir şey olmayacaq. Mən artıq sizə demişəm. Burada polisdə ancaq sarsaqlar işləyir. Bu sizə Amerika polisi deyil. Heç bizim doğma Kiyev milisi də deyil. Heç nə anlamayacaq və heç nə tapa bilməyəcəklər. Gəlib baxıb gedəcəklər. Bu adada qətllər və ağır cinayətlər olmur. Burada bir dəstə xırda oğru əsnəyib mürgüləyən turistləri soymaqla məşğuldur. Bütün cinayət də bundan ibarətdir. Vəssalam. Qorlaç viski şüşəsini götürüb özünə süzdü. Sonra nə su, nə də buz əlavə etmədən bir nəfəsi başına çəkdi. Məni də sorğu-sual tutacaqsınız? Əlbəttə. Siz də çimərliyə çıxmısınız. Mən kamera qeydlərində gördüm. Nə olsun ki? Buraları gəzməyə xoşuma gəlir. Gözəl yerdir, yaxşı çimərliyi var. Əgər o bədbəxt Manicellini öldürdüyümü düşünürsünüzsə, səhv edirsiniz. Mən onun qohumu deyiləm. Bizim ümumi heç nəyimiz yoxdur. Eləmi, Drongo dedi. Mən bugün sizin onunla mübahisə etdiyinizi, onu sizin şərikiniz olmaqla bağlı dilə tutmağa çalışdığınızı eşitdim.
O da razı olmadı. Qorlaç əlini yuxarı qaldırdı. Siz ki, nahar zamanı mənim layihəmin necə alışıb yandığını eşitdiniz. Mən axmaq Kristini yola gətirmək üçün hər şey yazmışdım. Amma bu bədbəxt hadisə baş verdi. Axı ağıllı adamsınız və başa düşməlisiniz ki, onun ölümü mənə qətiyyən lazım deyildi. İndi onun arvadı mənim planımı baxacaq halda deyil. Çox təəssüf, əla plandır. Bir ətək pul qazanmaq olardı. Siz şübhələrdən kənarda qaldığınızı düşünürsünüz? Drongo soruşdu. Sizin yerinizdə olsaydım belə düşünməzdim. Axı Kristinin vəsiyyətnaməsi dəyişəcəyi bəyan etdiyi naharda siz də iştirak edirdiniz. Yeni vəsiyyətnaməyə görə Yuhan varislər siyahısından çıxarılacaqdı. Qalır təkcə Maniçelli və Kristinin bacısı, yəni sizin yaxın olan Agnesa. İndi isə Maniçellinin qəfil ölümündən sonra 2 nəfər qalıb. Agnesa və Yuhan. Pis bölgü deyil. Qorlaç, elə deyilmi? Çox yaxşıdır. Qorlaç gözünü belə qırpmadan razılaşdı. Ancaq bunun mənə heç bir dəxli yoxdur. Mən Agnesanın pullarını yiyələnə bilmərəm. Ən azı evli olduğuma görə. Amerikada boşanmaq və ikinci dəfə evlənmək çətin deyil, Drongo etiraz etdi. Həm də çox varlı bir qadınla. Ancaq bunun üçün Kristin ölməlidir, Qorlaç həmsöhbətini gözlərinə baxaraq dedi. Hə, Drongo razılaşdı. Sizin varlı adam olmağınız üçün ölməlidir. Onlar sakitcə bir-birinin gözlərinə baxdılar. Qorlaç dözmədi. Nə axmaq söhbətdir, o baxışlarını yayındırıb ah çəkdi. Bunların hamısı yazıq Maniçellinin ölümünə görədir. Çox səfeh bir ölümdür. Axmağın biri onu bıçaqla vurub. Bəlkə də yerli narkomanlardan biridir. Burada onların sayı az deyil. Siz onun Yuhanla dalaşa biləcəyinə inanmırsınız? Bilmirəm, mənim üçün fərqi yoxdur. Bu mənim işim deyil. Qoy lap dalaşsınlar. Qoy kimin günahkar olduğuna Kristin özü qərar versin. Qorlaç siqar axtarmağa başladı. Drongo onun barmağını xatırladı. Əlini uzadıb həmsöhbətinin əlindən yapışdı və özünə tərəf çəkdi. Barmağınıza nə olub? Drongo soruşdu. Kəsilib. Qorlaç əlini çəkməyə çalışdı. Ancaq Drongo onun biləyindən möhkəm yapışmışdı. Ancaq bunun Maniçelli bıçaqlanan alətlə kəsildiyini düşünməyin. Qorlaç rişxətlə gülümsədi. Onu mən öldürməmişəm. Çoxdan siqar çəkirsiniz? Mən çoxdan varlı adamam, Qorlaç dedi. 15 il olar. Şübhə etmirəm. Siz hamınız Sovet İttifaqı dağılandan dərhal sonra varlanmısınız. Hər şeyə çərkə kimi daraşıb nəhəng və zəngin ölkəni taladınız. Siz məni ölkənin dağılmasında günahkar bilirsiniz. Sizin kimi acgözləri və vicdansızları. Nəhayət ki, Drongo Qorlaçın əlini buraxdı. Əgər çoxdan siqar çəkirsinizsə, barmağınızı neçə dəfə kəsmisiniz? Həyatım boyu heç vaxt. Qorlaç şiddətləndi. Bu gün nəsə belə alındı. Nahar zamanı hamının mənim layihəmdən xəbər tutmasına əsəbləşdim. Ona görə də kəsdim. Sizin Maniçellini sevməməyə əsasınız var. Axı o sizi uğursuz iş adamı hesab edirdi və sizə inanmırdı. Bunlar sizin fantaziyalarınızdır. Qorlaç hissləndi. O siqar çıxardı. Ancaq yandırmadı. Əvəzində dönüb tez otaqdan çıxdı. Bir saatdan sonra 3 maşın dolusu polis əməkdaşı gəldi. Onlar evdəkiləri uzun-uzadı sorğu-suala çəkdilər. Bir neçə nəfər fənərlərlə sahili axtararaq cinayətdə istifadə olunan mümkün silahı axtardı. Maniçellinin arıq, soyulmuş cəsədini yarmaq üçün yerli ölüxanaya apardılar. Səhər saat 5-ə yaxın polislər axır ki getdilər və yorulub əldən düşmüş qonaqlar yatmaq üçün otaqlarına dağılışdılar. Drongo otağına daxil olanda günəş artıq üfüqdə görünürdü. Soyunmaq istəyirdi ki, qapının ehtiyatla döyüldüyünə eşitdi. Drongo diqqətlə qulaq asdı. Tıqqıltı təkrarlandı. O yaxınlaşıb qapını açdı. Gələn Alisa idi. O üzərində əjdaha təsvirlərindən tikmələr olan Çin ipəyindən atlas xalat geyinmişdi. Aydın idi ki, birbaşa yataq otağından gəlir. Drongo ona baxıb qadının sinəsini əbəs yerə böyütdüyünü bir daha düşündü. Sizə nə lazımdır? Drongo soruşdu. Mən sizinlə danışmaq istəyirəm, Alisa dedi. O kənara çəkilib qadını içəri buraxdı. Yuhan elə indi yuxuya gedib, Alisa dedi. O dəhşətli vəziyyətdə idi. Əyləşin, Drongo ona küncdəki kresloda yer göstərdi. Özü isə qapının ağzındakı stulda oturdu. Təşəkkür edirəm. O makyajsız da pis görünmürdü. Alisa'nın qəşəng gənc qadın olduğuna şübhə yox idi. O xalatını düzəldərək kresloda oturdu. Mənimlə nə haqda danışmaq istəyirdiniz? Drongo soruşdu. Mən qatili gördüm, Alisa dedi. Drongo qaşqabağını tökdü. Bəs niyə o bu qədər vaxtı susub və polislərə heç nə deməyib?
Bunu mənə niyə əvvəldən demirdiniz? Mən elə bir halda idim ki, sakitləşə bilmirdim. Biz axı lap yaxına gəldik və elə bildik ki, Maniçelli sadəcə qumun üzərində uzanıb. Yuhan onu çevirdi, sonra isə mənə toxundu. Mən tamamilə qana bulaşdım. Bu elə gözlənilməz oldu ki, mən çox qorxdum və qışqırdım. Siz kimi gördünüz? Bir kişi idi. Əvvəlcə bizə baxdı, sonra dönüb tez çimərliyi tərk etdi. O uzaqda idi, ancaq mən onu tanıdım. Sonra isə sustum və heç kəsə heç nə demək istəmədim. Ancaq onu tanıdım. O bizim tanıdığımız adamdır. Hə, Alice bir qədər ləng cavab verdi. Qaranlıq olduğundan onun üzü demək olar ki, görünmürdü. Ancaq mən onu tanıdım. O bir qədər çevriləndə ay sifətini işıqlandırdı və mən onu tanıdım. O kim idi? Bizim vizajist, Eduardo Lindsay. Bu o idi. Onu Yuhan da gördü. Yox, o görmədi. Görə bilməzdi. Niyə? Görə bilməzdi. O inadla təkrar etdi. Necə yəni görə bilməzdi? Siz birlikdə deyildiniz. O sizdən aralanmışdı. Ona görə yox, o sadəcə heç nə görə bilməzdi. Əgər siz eyni şeyi təkrarlasanız, mən heç nə başa düşməyəcəm. Niyə o Lindsini görə bilməzdi? Siz çimərlikdə birlikdə olmamısınız? Hə, məsələ burasındadır ki, vizajist onun arxasında idi. Biz getdik çimərliyə. Nəysə, biz sekslə məşğul idik. Qumun üzərindəcə. Mən arxası üstə uzanmışdım və Lindsini gördüm. Amma Yuhan onu görə bilməzdi. Alisa hər xırdalığını dilinə gətirməyə, açıq-saçıq izahat verməyə məcbur oldu. Sizin təkcə çimərlik geyimində olmağınızın səbəbi indi aydın oldu. Gecə okeanda çimmək çox təhlükəlidir. Köpək balığına yem olmaq mümkündür. Biz çimmirdik, ancaq mən Lindsini gördüm. O bizim sevişdiyimizi gördü və xoşuna gəlmədi. Mənə elə gəlir, o dönüb getdi. Bir neçə dəqiqədən sonra isə biz Maniçellini tapdıq. Mən hər şeyi dərhal dərk edə bilmədim. Sonra anladım ki, onu Linds öldürüb. O bizə elə qəribə şəkildə baxırdı ki, bu hələ heç nəyə sübut eləmir, Drongo etiraz etdi. Bəs atalığının meyitini tapanda Yuhan özünü necə apardı? O elə bir dəri olmuşdu. Ona çox pis təsir etmişdi. Əsəb keçirirdi. Məni evə göndərdi. Özü isə Maniçelliyə kömək etmək üçün qaldı. Lindsdən başqa adam görmədiniz ki? Yox, başqa heç kəsi görmədim. Çimərlikdə başqa adam yox idi. Ancaq bunu sizə söylədiyimi heç kəsə deməyin. Mən Yuhana görə çox qorxuram. O vizajist nədənsə Yuhanı da sevmir. Səbəbini də bilmirəm. Bunu nədən bilirsiniz? Hiss edirəm. Mənə elə gəlir ki, onlar tamamilə başqa adamlardır. Lindsay zərif bir estetdir. İncə sənəti, klassik musiqini sevir. O eksotik seksual meyillərə üstünlük verir. Yuhan isə tamam başqa cürdür. İstənilən klassik musiqi konsertində dərhal yatır. Müasir mədəniyyət onun xoşuna gəlmir. O, McDonald's-ı getməyi, motosikletlə şəhərin küçələrində şütüməyi və qadınlarla görüşməyi xoşlayır. Mən elə gəlir ki, Lindsay son 10 ildə McDonald's-ın 10 metrliyinə belə yaxınlaşmayıb. Bizim vizajist Yuhanı nankor oğul hesab edir və Kristini daim onun əleyhinə yönəldir. Bir də mənim. Bu dərəcədə qəti qərar vermək lazım deyil. Şübhəsiz ki, onlar fərqli adamlardır, ancaq Kristin oğlunu çox sevir və bir ana kimi oğlunun ləyaqətli rəfiqəsinin olmasını arzulayır. Bir şəxs sual vermək olar. Mənə olar. Siz plastik cərrahi əməliyyatına girmisiniz, ancaq yalan deməyin və inciməyin. Gənc qadınlara belə sual vermək ədəbsizlikdir. Alisa xumar-xumar gülümsədi. Hə ya yox? Hə. Bu Kristini əsəbləşdirən daha bir faktdır. Sizin yaşınızda belə əməliyyatlar etdirmək vacib deyil. O sizə heç bir söz deməyəcək. Ancaq şuuraltı olaraq bu onu qıcıqlandırır. Hansı ölçüdə döşün Kristinin xoşuna gəlib gəlmədiyini haqda nə düşünməliyəm? Mənim belə xoşuma gəlir. Onunsa gəlmir. Hər kəsin öz gözəllik anlayışı var. Lindsinin öz baxışları var və onlar Yuhanın baxışlarından fərqlənir. Yanıma gəlib Lindsini çimərlikdə gördüyünüzü danışdığınıza görə sağ olun. Ancaq heç kəsə deməyin, o xahiş etdi. Mən Yuhana kiminsə bizi gütdüyünü söylədim. O isə güldü və mənə inanmadı. Amma mən məhz Lindsini gördüyümə əminəm. Heç kəsə demərəm, Drongo vəd etdi. Gedin yatın, sizə dincəlmək lazımdır. Çox sağ olun. Alisa qalxıb qapıya tərəf getdi. Sonra dönüb dedi. Heç bilmirəm Kristin bizi o görkəmdə görəndə nə düşünüb. Bəlkə də elə bilib ki, biz...
Ali isə qapını açıb dəhlizə çıxmışdı ki, birdən boğuq səslə qışqırdı. Drongo dərhal onun ardınca cumdu. Dəhlizdə onları sakitcə pusan Linsi dayanmışdı. Alisa'nın ekspertin otağından çıxdığını görüb pis-pis güldü. Təbrik edirəm, o astadan dedi. Deyəsən bizim Playboy oğlanın qolbudaqlı buynuzları çıxıb. Bu heç də sizin düşündüyünüz kimi deyil. Drongo etiraz etdi. Mən heç nə düşünmürəm. Sadəcə bizim gənc xanım aktrisa olmaq üçün kiminlə gəldiyi yatmağa hazırdır. Mən belə qızları çox görmüşəm. Əgər o səhər saat 6-ya işləmiş sizin otağınızdan çıxırsa, bu o deməkdir ki, siz sadəcə populyar kinofilmin növbəti səhnələrindən birini məşq edirmişsiniz. Doğrudur. Siz bayağı adamsınız. Drongo'nun səsində nifrət vardı. Siz də qatı moralist. Lindsay icraha dedi. Amma istədiyinizi edə bilərsiniz. Bunun mənə dəxli yoxdur. Alisa pilləkənlə aşağı öz otağına qaçdı. Drongo'nun ardınca baxıb, sonra baxışlarını Lindsay'ə yönəltdi. Siz bizi pusurdunuz? O qaşqabaqla soruşdu. Yox, burada divarlar qalın, qapılar keyfiyyətli palıd ağacındandır. Heç nə eşidilmir. Lindsay artıq həyasızlaşmışdı. O yəqin ki, sizə öz partnyorunun altında ləzzətlə inildəyərkən məni çimərlikdə gördüyünü danışırdı. Deməli, siz orada olmusunuz? Mən ki sizə dedim, mən sadəcə okeanın sahilində gəzişirdim. Alisa ilə Yuhan'ı gördüyünüzü deməyi unutmusunuz. Buna ehtiyac duymadım. Onların başı özlərinə elə qarışmışdı ki, məni görmədiklərini düşündüm. Hərçənd Alisa şəraitə Yuhan'dan qat-qat yaxşı nəzarət edirdi. Ümumiyyətlə, kişilər belə məqamlarda başlarını itirir, şəhvətpərəst etikaya çevrilirlər. Qadınlar isə hər şeyi görür və hiss edirlər. Onlar heç vaxt başlarını itirmirlər. Mənə buna görə heç nə demədiniz? Həm də buna görə, ancaq mən onları güdmürdüm. Heç indi də sizi pusmurdum. Əgər bilmək istərsinizsə, hər şey spontan, təsadüfən belə alınır. Onlar siz aralanandan bir neçə dəqiqə sonra Manicellinin meyitinə rast gəliblər. Drongo dedi. Siz onu da görməmişsiniz, ya da bunu da mənə deməyi unutmusunuz. Mən daha heç kəsi görməmişəm və heç nəyi unutmamışam. Mən gənclərin çimərlikdə sekslə məşğul olduğunu gördüyümü hamıya danışmağa ehtiyac duymuram. Yoxsa düşünürsünüz ki, mən Kristini, oğlunu şapalaqlamaq üçün ora aparmalı idim? Siz dünən axşam Kristinin yanında olmusunuz? Bilirsiniz ki, olmuşam. Nə vaxt? Çimərlikdən qayıdandan sonra. Onun yanına girib saçlarına bir qədər əl gəzdirdim. Makyajına əlavələr etdim. Elə bir şey olmadı. Onun həmişəki kimi yaxşı görünməsi üçün 1-2 dəqiqə işlədim. Siz məni yenidən dindirmək istərsiniz? Yox, istəmirəm. Onda gecəniz xeyirli qalsın, ya da sabahınız xeyirli olsun, cənab ekspert. Lindsay gülümsünüb öz otağına getdi. Otağa girəndə əsəbləşdiyini qeyri-ixtiyari büruzə verərək qapını bərkdən çırpdı. 15-ci fəsil. Bu səhər günəş elə üfüqdə görünən kimi dərhal da gözlənilmədən boz buludların arxasında yox oldu. Barbadosda ilin 350 gününü havanın günəşli olduğunu nəzərə alsaq, buludların peyda olması burada çox nadir anomaliyalardan sayılırdı. Drongo bu səhər evdəki xışıltı və səslərə qulaq kəsilərək yuxuya gedə bilmədi. Hamının əhvalı pozulmuşdu. Çoxu narahat halda öz otağında var-gəl edirdi. Bu gecə evi tərk etməmiş aşpaz və qulluqçu qadın da bütün səhəri mətbəxdə keçirdilər. Ancaq səhər yeməyinə cəmi 4 nəfər düşdü. Lindsay sanki yorğunluq nə olduğunu bilmirdi. Doktor Margunas tokkasının altını yaxşıca bərkitməyi lazım bilmişdi. Katib Barnard isə üzü tərtəmiz qırxılmış halda və kostyumda peyda oldu. Elə bil heç yuxusuz gecə keçirməmişdi. Ən axırda Drongo gəldi. O heç yuxuya gedə bilməmiş, səhər yeməyindən sonra bir qədər yatmağa qərar vermişdi. Lindsay onu görən kimi üzünü çevirdi. Margunas salam verdi. Barnard isə başını nəzakətlə tərpətdi. Bugün Drongo xeyirli sabahlar arzulamaq istəmirdi. Ona görə də hər 3 nəfərə başı ilə salam verib stolun arxasına keçdi. Üzündə qorxu ifadəsi olan qulluqçu qəhvə və çay gətirdi. Bu axşam polis əməkdaşları yenə gələcəklər. Barnard dedi. Onlar bizlərdən birimizin cənab Manicellinin meyitinin yarılmasında iştirak etməsini istəyir. Hesab edirəm ki, bizim həkimlə ekspert ora getməlidir. Doğrudur. Lindsay'nin gözünə işıq gəldi. Orada elə onlar iştirak etməlidir. Siz doğru qərar vermişsiniz, Barnard. Yox, Drongo dedi. Mən getməyəcəm. Mən meyit yarılmasında iştirak etməyi xoşlamıram. Hələ də sevmirəm. Yeni bir şey öyrənəcəyimi də düşünmürəm.
Bu işi peşəkarların öhdəsinə buraxmaq daha doğru olar. Mən həkim deyiləm və meyit yarılmasına baxmaq mənə hər dəfə çətin olur. Mən gedərəm, Margunas razılaşdı. Bəlkə də yeni bir şey öyrəndik. Hərçənd hər şey aydındır. Güclü zərbə arteriyanı parçalayıb və heç bir şans buraxmayıb. Siz nə zaman getməlisiniz? Təxminən səhər saat 9-da. Mənə elə gəlir ki, meyitin yarılması 4 saat ya da buna yaxın çəkə bilər. Kristin özü necə hiss edir? Pis. Mən ona yuxu dərmanı verdim, ancaq o uzun müddət yuxuya gedə bilmədi. Mən ona iynə vurmaq istədim, amma razılaşmadı. İndi o yatıb. Bu vəziyyətdə o filmin çəkilişlərində iştirak edə bilməz, Linsi dedi. Qrup isə 2 gündən sonra gələcək. Heç bilmirəm onlara nə deyəcək. Heç nə olmaz, Barnard sərt şəkildə onun ağzından vurdu. Biz qrupu çəkilişlərin təxirə salınması ilə bağlı xəbərdar edərik. Mənə elə gəlir ki, onlar bizi başa düşər. Hazırki şəraitdə Antonio Manicelli'nin ölümü fövqəladə vəziyyətə bərabər bir şeydir. Bizdə indi force majeure durumdur. Siz demək istəyirsiniz ki, o filmdə çəkilməyəcək? Linç hissləndi. Siz nə danışdığınızı heç olmasa başa düşürsünüz? Bu çəkilişlər haqqında bütün qəzetlər yazıblar. Yəni siz hesab edirsiniz ki, bu faciədən sonra o qəzetlər çəkilişlərdə iştirak edəcəklər? Barnard soruşdu. Bu onun üçün üçüncü əridir. Linç həyasızcasına dedi. Məni bağışlayın, Barnard, ancaq siz artıq təxminən 20 ildir ki, Hollywood aktrisası ilə işləyirsiniz. 20 il, cənab Barnard. Ona görə də bu vaxt ərzində narahat dünyamızın dəyərlərini öyrənməliydiniz. Şəxsən sizə nə olması, ailənizin, yaxınlarınızın başına nə gəlməsi indi heç kəsi maraqlandırmır. Şou istənilən halda davam etməlidir. Hamını yalnız uğur maraqlandırır, yalnız yekun nəticə. Problemlərinizi kinoteatrın kəndarından içəri buraxmamalısınız. Mənə vəzifələrimi xatırlatmaq lazım deyil, cənab Linsi. Barnard həlim səslə dedi. Ancaq indiki halda bizim müqaviləni pozmaqda qınaya biləcəklərinə inanmıram. Əksinə çəkilişlər bütün hallarda baş tutsa, biz daha çox heç nəyin, yaxın adamların ölümünün belə təsir göstərmədiyi duyğusuz monsterlar kimi görünəcəyik. Doğrudur, Margunas razılaşdı. Həm də bu çəkilişlər çoxdan ləğv etmək lazım idi. Niyə? Linsi başa düşmədi. Bəsdir, cənab Margunas. Barnard yenə söhbətə qarışdı. Biz artıq qərar qəbul etmişik. Bu çox kədərlidir. Ancaq baş vermiş faciədən sonra filmin çəkilişinin davam etməsi sadəcə təhqiramiz görünərdi. Onda biz bura niyə gəlmişik? Linsi açıq-aşkar əsəbləşmişdi. Sizin bu adada necə dincəlinəcəyinizə baxmaq üçün, yoxsa növbəti dəfə okeanda çimmək üçün? Biz bura işləməyə gəlmişik, cənab Barnard, işləməyə. Siz həqiqətən hesab edirsiniz ki, baş verən hadisədən sonra biz işləyə bilərik? Margunas soruşdu. Bunun sizə dəxli yoxdur, Linsi dişini qızadı. Amma mən hər şeyi anladım. Əgər çəkilişlər təxirə salınırsa, mən Los Ancelesə qayıdıram. Alınmayacaq, Drongo dedi. Niyə? Polis burada nə baş verdiyini aydınlaşdırmalıdır. Heç olmasa ilkin nəticələr əldə etmək üçün sizin gedişiniz şübhəli qaçış kimi qiymətləndiriləcək. Yeri gəlmişkən, Barbadosda Britaniya qanunları qüvvədədir. Əgər ada hökuməti sizin London vasitəsilə verilməyinizi tələb etsə, sizi dərhal təhvil verəcəklər. Hansı əsaslarla? Linsi əyri-əyri baxıb rişxəndlə güldü. Ona görə ki, burada vaxt itirmək istəmirəm və işləmək üçün öz şəhərimə qayıtmaq istəyirəm. Onlar dünən sizin əvvəlcə məni aldatmağınızı, sonra isə polis əməkdaşlarına yalan məlumatlar verdiyinizi dərhal aydınlaşdıracaqlar, Drongo dedi. Linsi fincanını nəlbəkiyə qoydu. Araya sükut çökdü. Mən isə elə bilirdim ki, siz onun xoşuna gəlirsiniz. Linsi asta-asta dedi. Buna şübhəm belə yox idi. Deməli, o məni görüb. Nə baş verir, cənab Linsi? Barnard soruşdu. Cənab Linsi dünənçi məlikdə olduğunu bizə demək unudub. Drongo vizajistin yerinə cavab verdi. O, okeanın sahilində boş yerə gəzmirmiş. Bizim gənclərin necə sevişməsini görüb. Nə olsun, Margunas güldü. Kimisə güdmək bəlkə onun xoşuna gəlir. Məgər bu cinayətdir? Yox, amma onlar cənab Linsi aralanandan dərhal sonra Manicellinin cəsədini görüblər. Onun sevişmə ilə məşğul olan Yuhan və Alisanı gördüyü halda Manicellinin meyitini görməməsini izah etmək çətindir. Mən onu görməmişəm. Linsi özündən çıxdı. Amma bu alçaq qadın məni görüb. O acığa öz dostu ilə sevişməyə davam edib.
Yaramaz qız, mən elə bilirdim ki, o məni görmür. Deməli siz orada olmusunuz və hər şeyi görmüsünüz. Margunas qışqırdı. Maniçerinin kimin öldürüldüyünü görmüsünüz? Kim etdi bunu? Mən hardan bilim? Lindsay mırıldandı. Mən heç nə görməmişəm. Çimərlikdə daha kim olub? Margunas soruşdu. Yuhan və Alisa'dan başqa orada daha kim olub? Gorlaç, Drongo dedi. Çimərliyə Yuri Gorlaç da çıxıb. Gərək onun barmağına baxaydım. Görüm nə kəsikdir elə, Margunas dağınalı dedi. Bu axşam buna vaxtınız olacaq. Drongo başını tərpətdi. Lindsay əlini yerləyib ayağa qalxdı. Daha sizinlə bir süfrədə yemək istəmirəm. O məyus və ümidsiz idi. Ah çəkdi. Bizim hər şey bilən katibimiz daim susur. Ondan daha çox bilən həkimimiz də susur. Bizim ekspertdən Maniçerinin öldürülməsinin qarşısını almaq üçün heç nə də bilmədiyi halda özünü elə göstərir ki, güya o da hər şey bilir. Bu cür həlləm-qəlləm adamlarla bir masa arxasında oturmaq mənə çətindir. O dönüb çıxış tərəfə getdi. Mən hər halda çıxıb gedəcəyəm. Lindsay holdan qışqırdı. Bax belə, cənab Drongo, Barnard dedi. Mənə elə gəlir ki, siz onun sözlərinə əhəmiyyət verməməlisiniz. Baş verən hadisədə heç kəs sizi günahlandırmır. Biz hamımız dəhşətli bir faciənin baş verdiyini çox gözəl başa düşürük. Bəli, Drongo razılaşdı. Ancaq bütün məsələ ondadır ki, mən özüm də özümü günahlandırıram. Bu isə qat-qat pisdir. O ayağa qalxdı və üzr istəyib otaqdan çıxdı. Öz otağında soyunub yatmağa ümid edərək çarpayısına uzandı. Ancaq sıcacı yuxu getmişdi ki, qapı döyüldü. O dərhal uyandı. Ayaqyalın qapını açmağa getdi. Gələn Barnard idi. Narahat etdiyim üçün üzr istəyirəm. Bu gecə yatmadığınızı bilirəm, ancaq Kristin sizi görmək istəyir. Əlbəttə, indi geyinib düşürəm. Drongo başını tərpətdi. 10 dəqiqədən sonra o villa sahibəsinin geniş yataq otağına daxil oldu. Kristin yataqda uzansa da geyimli idi. Saçları sərgələ yığılmışdı. Ancaq makyaj yox idi. Onun üzündə qəlb sarsıntılarının və yuxusuzluğun izləri vardı. Sizi belə bir görkəmdə qarşıladığıma görə bağışlayın, Kristin dedi. Mən sizdən üzr istəməliyəm, Drongo etiraz etdi. Çünki evinizi baş verən faciədən qoruya bilmədim. Görünür, ailənizi gözləyən real təhlükədən danışmaqda haqlı imişsiniz. Kristin sustu. Barnard onların söhbətinə mane olmamaq üçün ədəblə bayıra çıxdı. Siz yaxşı mütəxəssissiniz, o bir qədər həyəcanla dedi. Ancaq görünür elə düşünmələrim var ki, kim olduqları ağlıma belə gəlmir. Görünür, öz karyeram boyu həddən artıq çox adamı incitmişəm. Sizi istənilən halda heç nədə suslamıram. Kristin halsız-salsız gülümsədi. Yəni onu belə çox sevirmiş, Drongo bir qədər qısqanclıqla düşündü. Bu özündən razı İtalyan restoratoru, yəni ondan ötürü belə əzab çəkir. Kristin nə qədər dahi aktris olsa da dəyişmiş gözlərinin altında halqalar əmələ gəlmişdi. O gecəni yatmamışdı. Sizi ona görə çağırtdırdım ki, cənab ekspert, bu qətl barədə nə düşündüyümü deyim. Mənə elə gəlir ki, hansısa yad adam çimərliyə keçərək o məşum zərbəni endirib. Mən heç kəsi ittiham etmək istəmirəm. Məni yaxınlarım və doğmalarım əhatə edir. Siz məni başa düşürsünüz? Bəli, Drongo başını tərpətdi. Ancaq sizə bir neçə sualım var. Hansı suallar? Kristin anlamadı. Adətən siz başqa yerdə olanda Yuhanın evlərinizdə qaldığını bildiyiniz arada niyə məhz bura Barbadosa gəlməsinə əsəbi şəkildə kəskin reaksiya verdiniz? Elə bu? Kristin yorğun səslə soruşdu. Yox, Yuhandan və onun rəfiqəsindən başqa burada sizin bacınız da cənab Gorlasla birlikdə olub. Ancaq siz bu haqda mənə heç nə deməmisiniz. Vəssalam, o həvəssiz soruşdu. Sonuncu sual. Siz bu ilin yanvarında burada olmusunuz. Bilmək istərdim ki, o zaman səfəriniz necə keçmişdi? O saçlarını düzəldib pəncərədən çölə baxdı. Bugün hava günəşli deyildi. Ya da demək olar ki, günəşli deyildi. Cəmi 3 sual, o dalğın halda dedi. Və 3 qısa cavab. Yuhanın keçən ay birlikdə bura gəldiyi gənc qadından mənim xoşum gəlmir. Onun indi gətirməsi də xoşuma gəlmir. Mən onun haqqında məlumat toplamışam. Bu qadın ekrana çıxmaq üçün balaca büdcəli açıq pornoqrafik filmlərə çəkilib. O mənim ürəyimcə deyil və bu barədə oğluma demişəm. Keçək ikinci suala. Cənab Gorlaç bura Agnesa ilə birlikdə ancaq gün yarımlığa gəlib. Onlar İngiltərə uçarkən yol üstü bura düşüblər. Mən bundan qəribə bir şey görmürəm.
Bizim yanvar səfərinə gəldikdə isə o elə də çoxdan olub ki, çox şey xatırlamıram. Mən sizin bütün suallarınıza cavab verdim. Yanvarda bura kimlər gəlmişdi? Drongo sualı konkret qoydu. Biz elə həminki tərkibdə idik. Kristin cavab verdi. Bura dostlar və yaxınlarla gəlmişdik. Doğrudur, hazırda oğlumun yataq otağındakı xanım bizimlə deyildi, ancaq əsas etibarilə elə həmin adamlar idi. Kim? Drongo amiranə səsi soruşdu. Sizə elə gəlmir ki, həddən artıq sual verirsiniz. Kristin yorğun-yorğun gülümsədi. Siz ancaq 3 sual verəcəyinizə demişdiniz. Mən də onları cavab verdim. Sonuncu sual, yanvarda sizinlə kimlər gəlmişdi? Sizinlə bura uçanların hamısını dəqiq xatırlaya bilərsiniz. İstinasız olaraq hamısını. Necə də tərsiniz? Kristin yenə pəncərədən çölə baxdı. Əlbəttə, hamını xatırlayıram. Mənimlə birlikdə həmişəki kampaniyam idi. Biz birlikdə idik. Yaxşı, bəsdir. Mən yorulmuşam. Gəlin soru-sualı qurtaraq. Mən istəyirəm ki, ətrafımdakı bütün insanlara etibar etdiyimi dəqiq biləsiniz. Onlara son dərəcə inanıram, cənab Drongo. Sizə də onlara inanmağa tövsiyə edirəm. Katibi mənə dedi ki, dünən günahkarı bizim dostlarımızın arasında tapmağa cəhd etmişsiniz. Margunası, Lindsayni, Barnardın, özünü, hətta bacımı və onun dostunu da sorğu-suala çəkmişsiniz. Mənə gəlir ki, bu o qədər düzgün deyil. Sizinlə görüşməkdə məqsədim sizə bunu demək idi. Sizi başa düşürəm. Drongo stuldan qalxdı. Sizə dincəlmək lazımdır. Kristin ona maraqla baxdı. Biz demək olar ki, yaşadıq. Kristin güclə eşidiləcək zəif səslə dedi. Deyin görüm, siz bura doğrudan da mənim şəkillərimdən xoşunuz gəldiyi üçün uçdunuz? Hə, Drongo başını tərpədi. Bir də gözlərinizdən, ağıllı və qəşəng gözlərinizdən. Başqa və bu komplimentə görə sizə təşəkkürümü bildirərdim. Kristin gülsə də halı özündə deyildi. Yox, məni seçdiyiniz üçün sizə təşəkkür etməliyəm. Amma təəssüf ki, dünən axşam baş verən hadisəyə hazır ola bilmədim. Lazım deyil. Kristinin səsi mülayim idi. Biz hamımız belə hadisələrə hazır deyilik. Bədbəxtlik həmişə gözlənilmədən gəlir. Ona hazır olmaq mümkün deyil. Bu xoşbəxtliyi biz Tanrıdan gözləyir və umuruq. Bədbəxtlik isə həmişə qəflətən gəlir. Ona görə də qorxuya və ağrıya səbəb olur. Haqlısınız, Drongo razılaşdı. Görüşənə dək, cənab ekspert. Kristin əlini ona uzatdı. Drongo çarpaya tərəf bir neçə addım ataraq onun əlini öpdü. Kristin yüngülcə gülümsədi. Görüşənə dək. Drongo otaqdan çıxanda ağlına da gəlməzdi ki, villanın sahibəsini son dəfə görür. Qapını örtərkən onun incə təbəssümlə əzgin halda güldüyünü gördü. Drongo aşağı düşdü və orada villaya gəlmiş Raul Morante ilə qarşılaşdı. O həmişəki şlyapasında və qara eynəkdə idi. Əynində cins şalvar və alabəzək köynək vardı. Bu gün mənim növbəmdir, Raul dedi. Burada baş verən hadisəni mənə səhər-səhər xəbər veriblər. Mən bizim bütün uşaqları gətirdim ki, çimərliyə yaxşı-yaxşı baxsınlar. Burada heç vaxt belə şey olmayıb. Bunu kimin edə biləcəyini təsəvvürümə belə gətirə bilmirəm. Bu gün meyit yaracaqlar. Sizdən soruşmaq istəyirəm, mühafizəçilər arasında bu gecə növbədə olan yaşlı adamı niyə saxlayırsınız? Qalanları ondan xeyli cavandır. O mənim qohumumdur. Raul pərt halda gülümsədi. Onun ailəsi böyükdür, əvvəllər o bankda mühafizəçi işləyib, ancaq çoxdan pensiyaya çıxıb. O nəyəsə düzgün etməyib? Yox, hər şey qaydasındadır, zəhmət olmasa deyin, çimərliyə hansı yollarla getmək olar? Ancaq bizim hasarın doqqazında keçərək, Raul cavab verdi. Orada okeanın sahilinə aparan çıxır var. Adi günlərdə mən doqqaz qapısını qıfıllayıram. Burada qonaqlar qalanda isə onu adətən içəridən bağlayırlar. Ev sahibləri doqqaz qapısını bağlamağı unudanda bunu mühafizəçilərdən biri edir. Ancaq xəlvəti keçmək heç cür mümkün deyil. Orada bizim 2 kameramız var. Onları gördüm. Başqa yollara getmək mümkün deyil. Gərək villanın ətrafını dolansın, ancaq qonşuluqda başqa bir villa da var. Onların arası ilə ensiz yol uzanır. Ancaq o yol çox uzaqdır. Ya da ki, okeana o biri tərəfdən qəsəbədən də getmək olar. Ancaq gərək bir neçə kilometr gedəsən. Çox uzaqdır. Aydındır. Deməli, başqa heç cür getmək mümkün deyil, hə? Yox, mümkün deyil. Siz qatilin villadakıların arasında olduğunu düşünürsünüz. Ancaq qatil heç bir halda gizlicə keçə bilməzdi. Kameralar onu mütləq qeydə alardılar. Onlar elə quraşdırılıb ki, xəlvəti heç cür keçmək mümkün deyil. Mən onları artıq görmüşəm. Mənim sizə qeyri-adi bir sualım var, Raul. Siz bu ilin yanvar ayında bura gələnləri xatırlayırsınız. Yanvar istirahətinə Kristinlə birlikdə kimlər gəlmişdi? Əlbəttə yadımdadır. Mrs. Lindegren'in özü və əri Raul fikrə getdi.
Onun bacısı Agnesa öz rus dostu ilə Drongo Raulun səhvini bu dəfə düzəldərək Ukraynalılara ruslar arasındakı fərqi izah etmədi. Yuhan da öz rəfiqəsi ilə gəlmişdi, ancaq o indiki gənc qadın deyil, tamam başqası idi. Katib Barnard, həkim Margunas, vizajist Lindsay, onlar da hamısı gəlmişdi. Bir də Agnesa'nın uşaqları. Kim? Onun uşaqları Silvia və William. Onlar da hamı ilə birlikdə gəlmişdilər. Başqa heç kim yox idi. Raul yenə fikrə getdi. Sonra qətiyyətlə başını tərpətdi. Başqa heç kim. Onlar hamısı bir yerdə idilər. Sonra da birlikdə uçub getdilər. Siz yanvarda Yuri Gorlaçın da bura gəldiyini əminsiniz? Əlbəttə. Onunla elə o zaman tanış olmuşam. Sonra o bura Mrs. Lindegren'in kiçik bacısı ilə birlikdə gəlmişdi. Ondan sonra gəlməyib, bəlkə bura tək gəlib. Yox, elə olsaydı mən dərhal xəbər verərdilər. Villaya kimisi gələn kimi dərhal mənə deyirdilər, ancaq o bura gəlməyib. Ancaq burada bir adam da olub, indi yadıma düşdü. Mrs. Lindegren'in çəkiləcəyi sənədli filmin rejissoru bura gəlmişdi. Təxminən ay yarım ya da 2 ay qabaq. Onlar adaya gəlmiş və bizim villaya da dönmüşdülər. Onlar Mrs. Lindegren'in filmin çəkilişlərinə aparacaq vertolyotun hara düşəcəyi ilə maraqlanırdı. Yer tapdılar. Hə, qarajların qarşısında orada böyük meydança var və vertolyot birbaşa ora enə bilər. Onlar meydançaya baxıb məmnun qaldılar. Başqa gələn olmayıb. Heç kəs. Raul qətiyyətlə cavab verdi. Əgər burada kimsə peyda olsaydı, hökmən xəbərim olardı. Bizdə burada gizlənmək elə də asan deyil. Hamı bir-birini tanıyır. Bu zaman onlar cingiltili səslə çığıran bir qadının qışqırmasını eşitdilər. Hər ikisi qeyri-ixtiyari diksinib bir-birinə baxdılar və çığırtının gəldiyi evin arxasına yüyürdülər. 16-cı fəsil. Qışqıran qadın hovuzun kənarında dayanmış Alisa idi. İlk olaraq nə baş verdiyini anlamayan Yuhan qaçıb gəldi. Sonra Yuri Gorlaç da hovuzun yanında peyda oldu. Drongo və Raul hovuzun yanına çatanda o biri kişilər Alisa'nın yanında dayanıb yerdə nəyəsə baxırdılar. Nə olub? Raul qışqırdı. İlan! Yuhan göstərdi. Alisa onun arxasında gizlənərək tir-tir əsirdi. Raul aşağı əyilib qəflətən əlini uzatdı və boş yaşıl rəngli balaca ilanı yerdən götürüb qaldırdı. O zəhərli deyil, gülümsəyərək dedi. Zəhərli ilanların belə ağzı olmur. Yuxarı çənədə 2 zəhərli diş və zəhər kanalı olmalıdır. Bu yoxdursa deməli ilan zəhərli deyil. Biz o kanalları hardan bilə bilərik? Yuhan hisslə dedi. Ümumiyyətlə ilan axı villaya necə düşüb? O qəsəbə tərəfdən sürünüb keçə bilər. Raul izahat verdi. Ancaq villada ilanlar yoxdur. Biz hər şeyi yoxlamağa çalışırıq, cənab Lindegren. Pis yoxlayarsınız, Yuhan donquldandı. Dünən qatili görməmisiniz, bu gün də ilanı. Sabah villada timsahlar peyda olacaq. Burada timsahlar olmur, Raul səsini qaldırdı. Deməli başqa yırtıcılar olacaq. Yuhan daha da qəzəblənərək bağırdı. Bizim əsəblərimiz onsuz da gərilib. Yığışdırın bu ilanı və aparın kənara. Ümid edirəm ki, o təkdir. Yoxsa hovuzda çimmək mümkün olmayacaq. Burada ilan olmur, Raul cavab qaytardı. Onu adaya bəlkə də gəlmələrdən biri gətirib. Ümid edirəm ki, bizim evdəkilərdən biri deyil. Yuhan mızıldandı. Burada onsuz da hamı dəlidir. Raul hasara tərəf getdi. Gorlaç başını buladı. Agnes haqlıdır, ovucudan dedi. Biz gərək bura gəlməyəydik. Siz onu fikrindən daşındıra bilərdiniz, Yuhan acıqla dedi. Sizi öz villamızda görməkdən məmnun qaldığımızı düşünməkdə böyük səhvə yol verirsiniz. Mən bura sizin yanınıza gəlməmişəm, Gorlaç dedi. Əgər Agnesa olmasaydı, mən də burada olmazdım. Əgər Agnesa sizin hesabları ödəməsəydi, siz ümumiyyətlə bütün dünyanı gəzə bilməzdiniz, Yuhan istehsarlı dedi. Hesablarımı mən özüm ödəyirəm, Gorlaç şiddətləndi. Sənsə anasının qucağında gözən ağzında süd yiyən uşaqsan. Elə bilirsən bütün ömrün boyu belə olacaq? Heç nə alınmayacaq. Sənin axmaq hərəkətlərinə görə pul xərcləmək artıq ananı bezdirib. Mənə anam pul xərcləyir, sizə isə yaşadığınız qadınlar. Fərsiz oğul olmaq adı Alfons olmaqdan qat-qat yaxşıdır. Gorlaç Yuhanı vurmaq üçün qolaylansa da Drongo onun əlini tutdu. Axı nə qədər olar? Drongo narazı dedi. Kimsə xoşunuza gəlməyən kimi dərhal davaya girişirsiniz. Bu ədəbsizlikdir. Siz isə dərhal qarışırsınız. Gorlaç onun əlindən çıxmağa çalışdı. Bəlkə arxamca gəzmək yetər. Heç məni təngə gətirəcəyinizi və bir gün ənginizi əzə biləcəyimi düşünmürsünüz? Buraxın onu. Yuhan coşdu. Mən necə savaşmaq lazım olduğunu ona göstərəcəyəm. O idmancıdır. Drongo Yuhan'a xəbərdarlıq etdi. Sizin heç bir şansınız olmayacaq. Yuhan. O həm də sizdən güclüdür və 20 yaş böyükdür. Müxtəlif çəki kateqoriyalarında olan döyüşə girmək olmaz. Mən onu yerə salaram. Yuhan təsdiq etdi. Qoy məni vurmağa cəhd etsin.
Siz görürsünüz, o özü mənimlə danışmaq istəyir, Qorla çirişdi. Mən bu oğlanı yerlə bir edəcəyəm. Mane olmayın. Onun boyu bir qədər hündür, çəkisi 20 kiloqram artıq olardı. Drongo onun iri əllərinə ehtiyatla baxdı. Yuhan zərər çəkə bilərdi, ancaq cavan oğlan özü döyüşə can atırdı. Onun yanında dayanan Ali isə biraz əvvəl keçirdiyi qorxudan hələ özünə gəlməmişdi. Bu Yuhanı daha da qızışdırırdı. Ananızın bu durumunda davadalaşa girmək doğru deyil. Drongo cavan oğlanı sakitləşdirməyə çalışdı. O elə düşünür ki, hər birimizi təhqir edə və cəzasız qala bilər. Yuhan qışqırdı. Onu tutmayın. Qoyun məni vurmağa cəhd etsin. Drongo Yuhana bir daha şübhə ilə baxdı. Ancaq kənara çəkildi. Sakitləşmək üçün hər bir davakar mütləq kötək almalıdır. Onsuz da burada qalib olmayacaq. Yaxşı, Drongo dedi. Sizə bir dəqiqə vaxt verirəm. Qorlaç dərhal Yuhana hücum çəkdi. Oğlan geri çəkilməyə macal tapmamış, Yuri onun çənəsindən güclü bir zərbə ilişdirdi. Yuhanın partlamış dodaqlarından qan axmağa başladı və ayaq üstə güclə dayandı. Drongo təəssüflə başını buladı. O, bərabər olmayan bu döyüşə niyə bilə-bilə razılıq verdi? Gəl bir də, Qorlaç şən-şən gülümsədi və yenidən qolaylandı. Ancaq əli bu dəfə boşa çıxdı. Yuhan zərbədən asanlıqla yayınıb rəqibini vurdu. Bunu gözləməyən Qorlaç böyürüb cavan oğlanın üstünə cumdu. Yuhan yenə kənara çəkilərək Qorlaça güclü zərbə endirdi və onun dodağını partlatdı. Drongo oğlanın boksla məşğul olduğunu anladı. Bu onun zərbələrdə necə yayınmasından bəlli olurdu. Artıq Yuri bu döyüşdə qalib gələ bilməyəcəyini anlamışdı. Ona görə də vəhşi nərə çəkərək başını əydi və Yuhana cumaraq ondan iki əlli yapışdı. Onlar bir-birini yumruqlaya hovuza uçdular. Ancaq suda üzüb kənara çıxmaq üçün bir-birlərindən ayrıldılar. Drongo əlini əvvəlcə Yuhana uzadıb hovuzdan çıxmasına kömək etdi. Sonra da Qorlaçı uzatdı. Out, o dedi. Döyüş başa çatdı. Heç-heçə, yer və vaxt tapıblar döyüşməyə. Yuhan sudan çıxıb Alisa ilə birləşdə evə tərəf getdi. Yuri Qorlaç isə maykasını çıxarıb sıxmağa başladı. Bu oğlan dalaşmağı bacarır. O bir növ ehtimala dedi. Mənim zərbələrimi necə qaytardığını gördünüz? Bir dəfə elə bir adama rast gələcəksiniz ki, sizi sadəcə eybəcər hala salacaq. Drongo onu xəbərdar etdi. Xarici görünüşün aldadıcı olduğunu istənilən döyüşçü bilir. Hələ rast gəlməmişəm. Qorlaç irişdi. Siz isə özünüzü çox da ağıllı hesab etməyin. Yaxşısı budur. Manicellini öldürəni tapın. Sizin yerinizə olsaydım, çoxdan qəsəbədə oturardım. Niyə? Qatil buradan hardan gəlib? Ancaq qəsəbədən. Bəlkə bizim mühafizəçilərdən kiminsə qohumu ya da tanışıdır. Ya da aşbazın, bəlkə elə bizim qulluqçunun qardaşıdır. Siz onların hamısını bizə necə nifrət etdiyini bilirsiniz. Biz bura öz qadınlarımız, geyimlərimiz, bəzək düzəyimizlə bir neçə günlüyə gəlirik. Kristinin və Agnesa'nın hər paltarının qiyməti bu insanların hər birinin bütün ömrü boyu qazandığından daha çoxdur. Siz qəsəbədə olmusunuz? Amma mən olmuşam. Orada dəhşətli yoxsulluq və dilənçilik var. Həm də elə bir səfalət ki, ondan heç cür çıxmaq mümkün deyil. Elə bu zaman Monicelli peyda olur. O kimi desəm və hara gəldi yatağına sürməyə hazırdır. Qəsəbədəki bütün gənc qızlar özlərini onun qucağına havaya atmağa hazırdılar. Tək ki, bu qeyri-adi həyata qoşulsunlar. Ya da bizim gənc, yaraşıqlı və xoşbəxt Yuhan. O hər dəfə yeni bir gözəlçə ilə peyda olur. O adamlar bizə nifrət edirlər və hər biri bizi tikə-tikə etməyə hazırdılar. Hər biri elə düşünür ki, xoşbəxt olmaq hüququnu onun əlindən Monicelli və Yuhan kimilər alıb. Onların hər biri bu villanın qonaqlarının paxıllığını çəkir və nifrət edir. Siz qəsəbəyə gedin və qatili orada tapacaqsınız. Hər onlarla potensial qatil də tapacaqsınız. Nə baş verdiyini anlamayan Raul onların yanına qayıtdı. Fikir verməyin, Drongo ona məsləhət gördü. Dostumuzun mizantropiya tutması tutub. Haqlı olduğumu bilirsiniz, Qorlaçudan dedi. Qəsəbəyə nə vaxt getmək lazım olduğunu özüm qərar verəcəyəm. Drongo qaşqabaqlı halda dedi. Siz mənə Agnesa'nın niyə bura gəlmək istəmədiyini izah edə bilərsiniz. Halbuki bu yaxınlarda burada olub. Bu yaxınlarda yox. Qorlaç stulda oturub maykasını stolun üstünə qoydu. Qızını dəfn edəndən dərhal sonra. Mən bu faciəli hadisə ilə onun adada peyda olması arasındakı əlaqəni anlaya bilmirəm. Adını da yekə-yekə ekspert qoyub. Yuri ikrahla dedi. Onun yanvar ayında burada olan qızı ölüb. Onların otağında. Silvia'nın çoxlu əşyası qalmışdı.
Onlar bura əslində avqustda uçmaq istəyirdilər, ancaq Silvia çamadanları əvvəlcədən göndərmişdi. Siz onun həlak olduğunu artıq bilirsiniz. Agnesa da mənimlə birlikdə gəldi ki, qızının əşyalarını yerbəyer etsin. Həm də onun gündəliyini tapsın. Tapdı? Yox, gündəlik yox idi. Biz 2 çamadan götürüb getdik. Mən də onunla buna görə gəldim. Agnesa bura məhz buna görə gəlmək istəmirdi. Onu Kristi məcbur elədi. Siz bura əşyalar üçün gəlmişdiniz, ya gündəlik üçün? Drongo dəqiqləşdirmək istədi. Hansı əşyalar? Yuri əlini yerlədi. Biz əlbəttə gündəliyi axtarırdıq, ancaq heç nə tapa bilmədik. Drongo stulda oturub Yuri Gorlaçın ona nə demək istədiyini dərk etməyə çalışdı. Heç nə anlamayan Raul onun yanında dayanmışdı. Mənə Barnardla danışmaq lazımdır. Drongo öz-özünə dedi. Deyəsən burada məhz nə baş verə biləcəyini anlamağa başlayıram. Axır ki, Gorlaç şit-şit irişdi. Mən axı sizə dedim, qəsəbəyə gedin. Qatili orada tapacaqsınız. Ya da onun əvəzinə kimisə, polisdə siz ancaq sağ ol deyəcəklər. Ona 20 il verəcəklər və bədbəxtin biri 20 il yaxşı yemək və sığınacaqla təmin olunacaq. Məncə buna çoxları razılaşarlar. Drongo ağır-ağır stuldan qalxdı. Raul qayğılı halda ona baxdı. Biz evə getməliyik. Drongo saatına baxdı. İndi Margunas meyitin yarılmasına getməlidir. Hə, Raul başını tərpətdi. Onu mən aparacağam. Mənə artıq xəbər veriblər. Ehtiyatlı olun. Drongo bunu ağzucu dedi. Raul ekspertə bir qədər təəccüblü baxdı. Ancaq heç nə soruşmadı. Bir neçə dəqiqədən sonra onlar artıq qarajın qarşısındaydılar. Margunas orada onları gözləyirdi. Kristin özünü pis hiss edir, həkim dedi. Belə davam eləsə, mən həkimlər çağırmalı və onu xəstəxanaya yerləşdirməli olacağam. O heç nə yeyib içmir. Onu başa düşmək olar, Drongo dedi. Onun durumunda özünü belə aparmaq olmaz, Margunas etiraz etdi. O maşına yaxınlaşıb qabaq oturacaqda əyləşdi. Raul sükan arxasına keçdi. Maşın yerindən tərpəndi. Drongo ikinci maşına yaxınlaşan Barnardı gördü. Katibin avqatı tərx idi və bu dərhal hiss olunurdu. Kristin özünü necə hiss edir? Drongo maraqlandı. Barnard Drongoya elə baxdı ki, sanki ondan nə soruşulduğunu başa düşmədi. Pis, o ah çəkdi. İndi Yuhan onun yanındadır. O danışmaq üçün oğlunu yanına çağırdı. Yuhan onun yanına tamam su içində qalxdı. Bütün paltarı yaş idi, elə bil hovuzda paltarlı çimirmiş. O təsadüfən hovuza yıxıldı, Drongo dedi. Necə yəni yıxıldı? Katib anlamadı. Gorlaçla birlikdə. Mən ümumiyyətlə hesab edirəm ki, o tipi hər dəfə özünüzlə götürməli deyilsiniz. O artıq hamilə dalaşıb. Bəlkə də siz haqlısınız, Barnard qaşqabağını tökdü. Bunu mənə Kristina deyib, ancaq Gorlaçın Yuhanla dalaşdığını heç kəsə deməyin. Dünən axşam Kristin də Yuhanın otağına getmişdi, Drongo dedi. Bu cümlə açıq-aşkar Barnardın xoşuna gəlmədi. Siz hardan bilirsiniz, o əsəbləşdi. Mən onları gördüm, onların münasibəti ilk baxışda göründüyündən də qat-qat etibarlıdır. Doğrudur, Barnard lazışdı. Kristinin oğlunu dəlicəsinə sevir və Yuhanın xətrinə hər şeyə hazırdır. Onu inandırmaq lazımdır ki, Alice onun oğlu üçün o qədər də pis rəfiqə deyil, Drongo dedi. O sadəcə də yaxşı olmayan filmlərdən pul qazanmağa cəhd edib. Onu başa düşmək olar, kariyer qurmaq üçün var qüvvəsi ilə çalışıb. Kristin bunu bilir, Barnard cavab verdi. O hər şey bilir. O sükan arxasına keçmək üçün ikinci cipin qapısını açdı. Mən notariusun yanına olmalıyam, Barnard dedi. Dayanın, Drongo onu saxladı. Sizdən Silvia haqqında soruşmaq istəyirəm. Nə? Barnard anlamadı. Nə soruşmaq istəyirsiniz? O, New Yorkda əməliyyat zamanı ölüb. Mən bu haqda danışmaq istəməzdim. Silvia hər iki bacısının sevimlisi idi. Ailədə yeganə qız idi. Onlar bu itkinin çox çətin yaşadılar. Başa düşürəm, Silvia New Yorka gələndə harada qalırdı? O adətən oteldə düşürdü. Niyə soruşurdunuz ki? Bəs daim harada yaşayırdı? Londonda. Bağışlayın, ancaq mən tələsirəm. Onun gündəliyi, Drongo dedi. Agnesa və dostu bura xüsusi olaraq onun gündəliyini tapmaq üçün gəliblər. Sizcə onun gündəliyi harada ola bilər? Barnard çarıxdı. Yalnız bir saniyəlik ancaq çarıxdı. Sonra cipə oturdu. Bu mövzuya toxunmaq lazım deyil, o xahiş etdi. Mən axı sizə hər şey izah etdim. Məni bağışlayın. O maşını yerindən tərpədib darvazaya doğru sürdü. Drongo evə tərəf getdi. Evə girməyə macal tapmamış, qulluqçunun ona doğru tələsdiyini gördü. Məni bağışlayın, Juanita qorxa-qorxa dedi. Sizə zəng vurmuşdular. Mənə? Drongo təəccübləndi. Kim zəng vurmuşdu? Bilmirəm, bir qadın bizə mətbəxə zəng vurmuşdu. Dedi ki, sizi qəsəbədə gözlər, elə indi.
Onun sizinlə çox vacib işi var. Ola bilməz. O necə dedi? Dedi ki, cənab Drongoya onun qəsəbədə gözlədiyimi xəbər verin. Kilsənin giriş qapısının qarşısında. Bu gün günorta. Bəs öz adını demədi? Yox, cənab Drongo. Juanita'nın üzündə elə bir ifadə vardı ki, sanki buna görə günahkar odur. O qəsəbədə yaşayır. Görəsən kim ola bilər? Drongo soruşdu. Bilmirəm. Onun səsini heç vaxt eşitməmişəm. Siz qəsəbədə yaşayan bütün qadınları tanıyırsınız? Bəli. Juanita dedi, ancaq o yerli deyildi. Yoxsa dərhal tanıyardım, ancaq öz adalarından gəlmiş ingilislər belə danışırlar. Onun İngiltərənin adada yerləşdiyini bilməsi böyük tərəqqi sayılmalı idi. Bəlkə bizim villada yaşayanlardan biriymiş, Drongo soruşdu. Onların da səsini tanıyırdım. Juanita bu ehtimalda razılaşmadı. Xanımla bacısının səsi oxşardır, oğlunun rəfiqəsi isə ləhcə ilə danışır. Mən onları dərhal tanıyardım. Aydındır, qəsəbə uzaqdadır. Yox, lap yaxındadır, çox yaxındır. 30-40 dəqiqəlik yoldur. Daha maşın da yoxdur, Drongo ümidsizcəsinə soruşdu. Bilmirəm, qulluqçu cavab verdi. Biz adətən qaraja getmirik, mənim ardımca qardaşım gəlir. Amma o indi işlədir və yalnız axşam burada olacaq. Onda piyada getməli olacağam, Drongo dedi. Bəs sizin kilsə harada yerləşir? Qəsəbə böyükdür. Kilsə hər yerdən görünür, Juanita dedi. Onu dərhal tapacaqsınız. Qadın yöndəmsiz bir hərəkətlə dönüb evə getdi. Drongo saatına baxdı. Vaxtında çata bilmək üçün gərək yarım saatdan sonra çıxsın. Kilsənin qarşısında onu kimin gözlədiyini görmək üçün otağına qalxıb paltarlarını dəyişməsi lazım idi. Onun heç ağlına da gəlməzdi ki, bu yaxşı düşünülmüş bir tələdir. 17-ci fəsil. Naməlum qadının ona görüş təyin etdiyi qəsəbəyə yollanmaq üçün otağına gedib paltarlarını dəyişdi. Çıxmağa hazırlaşırdı ki, gözü çarpayısının yanına qoyulmuş tumbanın üstündəki olan telefon aparatına sataşdı. Drongo yaxınlaşıb dəstəyi qaldırdı, bir anlıq qaşlarını düyünlədi. Qulluqçu ilə danışarkən o deyəsən bir məqamı diqqətdən qaçırmışdı. Aşağı düşüb evdən çıxanda növbəti mühafizəçinin oturduğu binaya keçdi. Burada 30 yaşlarında cavan bir oğlan əyləşmişdi. O adanın əksər sakinləri kimi Afro-Amerikalı yox, ağdərli kişi ilə qaradərli qadından törəmə mələz idi. Onun dərisinin rəngi ağ olsa da üzündə negroid cizgiləri vardı. Dronqonu görən kimi dərhal sıçrayıb ayağa qalxdı. Sizə nə lazımdır? Mühafizəçi Dronqonu Raulla uzun-uzadı söhbət edərkən görmüşdü. Ona görə də üzdən tanıyırdı. Mən evdə neçə telefon olduğunu bilmək istəyirdim, Drongo soruşdu. Şəhər nömrələrini nəzərdə tuturam. Hər bir otaqda telefon var, mühafizəçi cavab verdi. Məni evdəki xətlərin sayı maraqlandırır. Faktiki olaraq neçə nömrə var? Ola bilər ki, telefonların çoxu ümumi xəttə bağlanırdı. Bəli, bizdə yataq otaqları üçün ümumi nömrə var, mühafizəçi cavab verdi. Bir də 3 ayrı-ayrı nömrə var. Biri mühafizə üçün, biri Miss Lindegren üçün, biri də başqa nömrələrlə kəsişməsin deyə mətbəxdədir. Deməli, mətbəxdə ayrıca nömrə var, Drongo soruşdu. Bəli, mühafizəçi başını tərpətdi, aydındır, sağ olun. Drongo onun yanından çıxıb darvazaya tərəf getdi. Deməli, naməlum qadın Juanita'ya təsadüfən zəng vurmayıb, əgər bu nömrəni öyrənə bilibsə, o birilərini də öyrənə bilərdi. Ancaq o Juanita'nı seçib, onun az savadlı olması düşünərək yad qadının ona məhz nə demək istədiyini anlamaqda çətinlik çəkə biləcəyini güman edib. Çox maraqlıdır, görəsən qadın ona nəyi xəbər vermək istəyir. Həm də Barbadozdakı yad adamlar onun bura gəldiyini necə biliblər. Drongo darvazaya yaxınlaşdı və mühafizəçi onu görüb qapını açmağa başladı. Məni Barbadosda tanışlarım yoxdur, Drongo düşündü. Yoxsa var? Deyəsən Bakılı bir qadın vardı, əri ilə birlikdə Barbadosa getmişdi. Ancaq o mənim bura gəldiyimi və villada olduğumu bilə bilməzdi. Bu təsadüfdür, ola bilməz. Deməli kimsə onunla görüşüb, mühüm informasiya vermək istəyir. Bəs naməlum qadın görüş haqqında danışmaq üçün niyə onun özünü telefona çağırmayıb? Axı o Juanita'nı anlamaya və qəsəbəyə görüşə getməkdən imtina edə bilərdi. Onda belə çıxır ki, zəng vuran qadın böyük riskə gedir. O özü Drongo ilə şəxsən danışsaydı, daha məntiqli olardı. Sadəcə onu telefona çağırmaq lazım idi, ancaq o bunu etməyib. Drongo əllərini yerləyə-yerləyə əmin addımlarla qəsəbəyə doğru gedirdi. Piyada gəzmək onun xoşuna gəlirdi və tez-tez böyük şəhərlərdə uzun məsafələri qət edərək bundan hədsiz zövq alırdı. Qəsəbəyə yaxınlaşarkən hələ də bu qəribə zəng və dünənki qətl barədə düşünürdü. Nəzərə almaq lazımdır ki, axşam vaxtı çimərliyə yad adam gələ bilməzdi.
Tutaq ki, o Maniçelli ilə birlikdə gələnlərdən və villada qalanlardan biridir. Onda bəs kimdir? Onu Yuhan və Alisa tapıb. Tutaq ki, onlar hər ikisi bir-birini sığortalamaq üçün yalan danışırlar. Ancaq gec-tez ilişəcəklər, ümumi fikirlər üst-üstə düşə bilər. Amma detallarda həqiqəti müəyyənləşdirmək mümkündür. Yuhanın Maniçellini sevməməyə əsası var. Ancaq bu, onun belə bir qətl törədə biləcəyi anlamına gəlməməlidir. Fəqət şübhələr siyasında qalır. Ondan sonra Yuri Gorlaçkadır. Çılğın, aqressiv, davakar, istənilən sözə görə dərhal özündən çıxan islah olunmaz xuliqan. Əməkdaşlıqdan imtina etdiyinə və nahar zamanı onun xəttinə dəyən sözlər danışdığına görə Maniçellidən dəhşətli dərəcədə inciyə bilərdi. Tamamilə mümkündür. Ola bilər ki, çimərlikdə təsadüfən görüşüblər, mübahisə ediblər və Gorlaç onu vurub. Bəs bıçaq onda hardan idi? Görünür, Yuri üzərində bıçaq gəzdirir. Nə üçün? Yox, alınmır. Əgər mətbəxdə olsaydılar başqa məsələ. O özündən çıxar və bıçağı götürüb zərbə endirərdi. Ancaq çimərlikdə bu heç cür düz gəlmir. Başqa kim ola bilər? Eduardo Lindsay. Vizajist Kristinin yanında çoxdan işlər. Onun xarakterini, meyllərini, vərdişlərini bilir. Maniçellini də xeyli vaxtdır tanıyır. Çox illik müqavilə bağladığı bir aktrisanın ərini niyə öldürsün? Bəlkə çimərlikdə gördüyü səhnə onu özündən çıxarır. Yuhan və Alisa sekslə məşğul imişlər və buna görən Lindsay hiddətlənib. Onsuz da həm Maniçellini, həm də Yuhanı həddən artıq ədəbsiz adamlar hesab edir. Ancaq buna görə də adam öldürmürlər. Yox, bu variant da istisnadır. Ancaq Lindsay şübhəlilər siyasında qalır. O geri qayıdaraq Kristin otağına girməyə macal tapıb. Lindsay'nin özünə alibi düzəltmək üçün belə etməsi tamamilə ağlabatandır. Çimərlikdə 4 nəfər olub və kameralar bunu aydın şəkildə qeydə alıblar. Qalanları villanın ərazisini tərk etməyib. Qətl zamanı daha 4 nəfər evdə olub. Onunla birlikdə şam yeməyinə düşən Kristin, öz yataq otağında olan Agnesa, qatilin həkim olmadığını iddia edən Doktor Margunas maraqlıdır. Görəsən niyə? Sadəcə yaralının xarakterinə görə bəlkə həkim affek vəziyyətində olub. Bir də notariusun yanına getmiş Barnard. Formal olaraq o villanın hüdudlarından kənara çıxıb. Fərz edək ki, qatil Barnarddır. Ancaq bu da alınmır. Hətta maşınını qoyub villaların arasındakı ensiz yolla getsəydi belə, çatdıra bilməzdi. Axı o notarius da olub. Yox, çimərliyə dönməyi və geri qayıtmağı o heç cür çatdıra bilməzdi. Drongo qəsəbəyə çatdı. Dünyada baş verən sivil dəyişikliklər təbii ki, Barbadosdan da yan keçməmişdi. Qəsəbə artıq keçən əsrin əvvəllərində burada mövcud olan palçıqlı kəndlərlə bənzəmirdi. Evlər təmiz, maşınlar köhnə olsa da baxımlı idi. Yad adam gülümsəyən, mehriban insanlara, küçədə oynayan uşaqlara rast gəlinirdi. Bu kiçik qəsəbənin demək olar ki, bütün yetkin adamları qonşu villalarda işləyir, ona görə də Barbados standartlarına görə yaxşı pul qazanırdılar. Kilsə qəsəbənin mərkəzində yerləşir və hər tərəfdən görünürdü. Kilsənin qarşısındakı kiçik meydançada dayanan 5 qadın uzadan və şən-şən söhbət edirdilər. Drongo onların yanından keçəndə gülümsəyərək salamlaşdı. Qadınlar da cavabında sevinclə güldülər. Buranın insanları istənilən əcnəbinin gəlişinə şad idilər. O kilsəyə tərəf keçdi. Qapılar açıq idi. Drongo içəri keçib ətrafa boylandı. Havada bixur və mum ətri gəlirdi. Kiçik məbəd rahat və sərin idi. Təyin olunan vaxta 15 dəqiqə qalmışdı. O skamyada oturub dağın alda böyük xaça, çarmıxa çəkilmiş İsa'ya baxdı. Tipik siyasi detektivdir. Birdən Drongo düşündü. Əvvəlcə Peyğəmbər yanındakı 12 həvari ilə peyda olur. Peyğəmbər yanındakı həvarilərdən birinin onu satacağını bilir. Ən maraqlısı isə odur ki, çoxları o cümlədən əsas varisi və şagirdi gələcəkdə müqəddəsə çevrilən və öz müəllimindən 3 dəfə imtina edən Pyotr da ona xəyanət edir. Sonralar peşman olub xacələr çəkən Pyotr əzablı ölümü seçir. İsa Məsih isə tamamilə başqası. İuda İskoryat 30 gümüşə satır. Sonra İuda özünü asır. Ancaq onun öldürülməsi haqqında əfsanə mövcuddur. İsa'nın özünü çarmıxa çəkirlər, amma o diriləcək, yenidən geri qayıdacaq və öz təlimini yayacaq. Bütün bəşəriyyətin bildiyi ilk xristian detektividir. Maniçellini qəsdən öldürüblər. Kimsə onu öldürmək üçün çimərliyə bıçaqla gəlib. Niyə? Nə üçün? Formal olaraq Yuhanın buna motivi ola bilər, çünki onun Maniçellinin xeyrinə mirasdan məhrum etmişdir.
Yuri Gorlaçın da müəyyən əsasları ola bilər, çünki İtalyan onun biznes layihəsi ilə razılaşmamışdı. Ancaq buna görə adam öldürmürlər. Lakin qatil çimərliyə Mançellini öldürmək niyyəti ilə gedib. Bəs o kimdir və Mançellini niyə öldürüb? Drongo saatına baxdı. Təyin olunmuş vaxtda 5 dəqiqə yaxın qalmışdı. O qalxıb kilsədən çıxdı. Qapının ağzında bir qız uşağı dayanmışdı. Onun yaşı 5-dən artıq olmazdı. Əynində ağ çəhrayı paltar, başında 2 gülməli hörüyü vardı. Qız məsum-məsum ona baxırdı. Drongo gülümsədi. Uşaq da gülümsəyərək əlini sadəlövcəsinə uzatdı. O əyildi. Qızın əlində konfet vardı. Drongo üstündə heç nə götürmədiyinə heyfsləndi. Ciblərini eşələyib $1 tapdı və uşağı uzatdı. Qızcığaz qaşqabağını salladı. Görünür ona pul verən çox olmamışdı. Məndə başqa heç nə yoxdur. Drongo günahkarcasına pulu yığışdırdı. Cibindən qələmini çıxarıb uşağı uzatdı. Qızcığaz sevindi. Mübadilə baş tutmuş sayıla bilərdi. O konfeti, qız isə $300 ya da daha artıq qiyməti olan qələmi götürdü. Ancaq qələmini verdiyinə görə qətiyyən peşman deyildi, çünki konfet ondan qat-qat dəyərli idi. O saatına baxdı, artıq günorta olsa da kimsə yox idi. Yanından bir neçə qadın, qoca kişi, yeniyetmə qız keçdi. Yəni kimsə gəlməyəcək, o səbirlə gözləyirdi. Kilsə zəngi günorta çatdığına xəbər verdi. Drongo meydançada 25 dəqiqə gözlədi, ancaq ona yaxınlaşan olmadı. O ətrafa boylandı. Heç nə anlamadı. Deyəsən görüş baş tutmayacaq. Drongo düşündü. Ya da Juanita vaxtı və yeri səhv salıb. Bəlkə o özü nəsə düzgün başa düşməyib. Daha artıq gözləməyin mənası yox idi. O dönüb yenidən villaya doğru addımladı. Ümid edirəm ki, orada heç nə baş verməyib deyə Drongo düşündü. Bir şey olsa o sadəcə axmaq duruma düşəcək. Bəlkə onu qəsdən villadan uzaqlaşdırıblar. Ancaq hansı məqsədlə? Geriyə qat-qat sürətlə addımlayırdı. Yanından keçən maşını görüb əlini qaldırdı. Bu meyvə daşıyan kiçik yük maşını idi. Qısa saqqalı və səliqə ilə vurulmuş bığları olan 50 yaşlı sürücü Drongonun yanında qəfil əyləcə bastı.